Salam, hər vaxtınız xeyirli olsun. Deməli, bugün adi və onluq kəsirlərin 9-cu sinif toplusunun izahatına sizlə bir yerdə baxacağıq. Əvvəl aşağılar izahatı keçməmişdən qabaq səhifəni like edib, komment yazmağı və səhifəyə dəstək olmağı yaddan çıxarmayın. Uşaqlar, gəlin baxaq birinci suala. Uşaqlar, birinci sualda nə deyir? Deməli, birinci sualda deyir ki, onda 7 kəsirinin sürət və məxrəcindən hansı ədədi çıxdıqda? Uşaqlar, bir ədəd çıxmalıyıq. Yəni, hansı ədədi çıxmaq lazımdır bilmirik. X bərabər sualı. Deməli, onda 7 kəsirinin həm sürətindən, həm də məxrəcindən həmin x ədədini çıxsaq. Deyir, həmin ədədi çıxdıqda nəyə bərabər olur? 3-də 2-yə. Uşaqlar, bu 2 dənə kəsiri bərabər edirik və 2 kəsir bərabər olanda biz bunu çarpaz şəklində vurmalıyıq. Çarpaz şəklində 3-ü vururuq. 7 çıx x-a. Bu da bərabərdir. Çarpaz şəklində 2-ni vururuq. 10 çıx x-a. Mötərizəni açsaq 3-ü 7-yə vur 21 çıx 3x bərabərdir. 2-yi 10-a vur 20 çıx 2-ni mənfi x-a vur mənfi 2x. Uşaqlar, 20-ni sola gətirsək mənfi 20. Və bu 2x-i da sağa aparsaq müsbət 3x, sağda da mənfi 2x var. Deməli, burada qalır 1, sağda qalır 1x. Deməli, x-in qiyməti 1-dir. Yəni, uşaqlar, bu demək ki, onda 7-nin sürət və məxrəcindən 1 çıxsaq, gəlin görək neçə eləyir? Bizim kəsirimiz buydu. Burada qalır 6, məxrəcdə qalır 9. Bərabər kəsirin sürət və məxrəcini 3-ə bölsək, sürəti 3-ə böl 2, məxrəci 3-ə böl 3. Həqiqətən də 3-də 2-ni verir. Deməli, hansı ədəd çıxmaq lazımdır, uşaqlar? 1-i çıxmaq lazımdır. Yəni, 1-də cavab B variantı. 2 də buna oxşardır uşaqlar. Sadəcə 2-də sürət məxrəcini x əlavə edəcəyik. Həmin x-i tapacağıq. 3-cü suala baxdıq. 3-də nə deyir? 3-cü sualda deyir ki, x-in hansı qiymətində deyir? 8-də x kəsiri düzgün. Amma x böl 5 kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan. Uşaqlar, biz bilirik ki, düzgün kəsirdə, sürətə baxın, yuxarıdakı, düzgün kəsirdə məxrəc sürətdən böyük olmalıdır. Yəni, 8 x-dan böyük olmalıdır. Bu bir aralıq. Düzgün olmayan kəsirdə isə aşağıda. Deməli, düzgün olmayan kəsirdə uşaqlar, sürət məxrəcdən həm bərabər, həm də məxrəcdən böyük olmalıdır. Yəni, x həm 5-ə bərabər, həm də 5-dən böyük olmalıdır. Və baxırıq ki, ikisini birləşdirsək, baxırıq ki, x-in qiyməti həm 5-ə bərabər 5-dən böyük, həm də 8-dən kiçiksə, deməli, x-in ala biləcəyi qiymətlər 5-i alır, 5-ə bərabərlik şərti var, 5, 6 və 7, 8 də almır. Deməli, x-in ala biləcəyi qiymətlər 5, 6, 7, yəni C variantı. Keçdik uşaqlar, növbəti suala. Növbəti suala uşaqlar. Gəlin baxaq, deməli, 4 buna oxşarlıdır, gəlin uşaqlar, 5-ə baxaq. 5-də görək bizdən nə istəyir? Deyir, belə bir kəsirdir, 6A, üstü xət, bölək 632. Deyir, bu kəsiri A-nın yerinə hansı rəqəm yazdıqda düzgün kəsir alınır. Uşaqlar, biz bilirik ki, düzgün kəsirdə məxrəc sürətdən böyük olmalıdır. Yəni, 632 məxrəc sürətdən, yəni 6A üstü 2 xətdən böyük olmalıdır. Deməli, A-nın yerinə elə rəqəmlər yazmalıyıq ki, baxın, bura 3-ə A uyğun gəlir. A-nın yerinə elə rəqəmlər yazmalıyıq ki, sağdakı ədəd, soldakı ədəddən kiçik olsun. Onda A-nın yerinə 0 rəqəm yaza bilərik, 1 rəqəmi, 2 rəqəmi. Amma 3 rəqəm yazsaq bərabər olar. Burada da bərabərlik şərti yoxdur. Deməli, 5-ci sualda uşaqlar, A-nın ala biləcək qiymətdə 0, 1, 2-dir. 0, 1, 2-də 5-də D variantı. Baxdıq uşaqlar, nəyə? Növbəti sual, 6-cı suala. Deyir, x-in hansı ən kiçik natural qiymətində belə bir kəsirdir. 20-də 3x üstəgəl 4. Deyir, bu kəsir düzgün olmayan. Deməli, bu kəsir əgər düzgün olmayan kəsirdirsə, uşaqlar, bu tip sualları hər zaman bərabərsizliklə yazmaq lazımdır. Bərabərsizlik. Düzgün olmayan kəsirdə, uşaqlar, düzgün olmayan kəsirdə bərabərsizlə yazsaq, sürət, yəni 3x plus 4 nədən böyük bərabər olmalıdır? Məxrəcdən, 20-dən. Onda 3x nədən böyük bərabərdir? Bu 4-ü sağa aparsaq mənfi 4. 3x böyük bərabər olmalıdır 16-dan. 3-ə bölsək x, 16-ı 3-ə böl, 16 böl 3. Bu da böyük bərabərdir. 16-nın içində 3, 5 dəfə kür. 3 qalır, 1 qalıqda yuxarı yazır. Deməli, uşaqlar, x-in qiyməti 5 tam nə qədərdən, yəni 5 tam 3-də 1-dən böyüksə, onda uşaqlar, x-in ən kiçik qiyməti neçə olacaq?
X-in ən kiçik qiyməti olacaq. 5 tam nə qədərdən sonra ala biləcəyi ən kiçik qiyməti olur 6. Baxın. 5 tam 3-də 1. 5 tam 3-də 1. Bir bildik ki 5 ilə 6-nın arasında yerləşir. Onda X-in qiyməti 5 tam 3-də 1-dən kiçiksə, X-in ala biləcəyi ən kiçik qiyməti olur 6. Deməli, cavab oldu uşaqlar 6-da C variantı. 7 də bunun oxşarıdır. Gəlin 8-də baxaq. Görək 8-də bizdən nə istəyir? Uşaqlar 8-də deyir ki, 8-ci sualdır. 8-də deyir 3 saat sutkanın hansı hissəsidir uşaqlar? 3 saat sutka uşaqlar, sutka 24 saatdır. 24 saatdır. Deyir ki 3 saat sutkanın, yəni 24 saatın hansı hissəsidir? Uşaqlar 3 24-ün hansı hissəsidir deyirsə, hər zaman 3-ü 24-ə bölmək lazımdır. Yəni bu belə bir qaydadır. A, B-nin hansı hissəsidir? A, B-nin hansı hissəsidir dedikdə A-nı sadəcə B-yə bölmək lazımdır. Onda 3-ü 24-ə bölürük, deməli 24-də 3 hissəsidir. Sürəti 3-ə böl 1, 24-ü 3-ə böl 8. Deməli 8-də 1 hissəsidir. 8-də oldu cavab uşaqlar A variantı. 9 da bunun oxşarıdır. Gəlin baxaq 10-cu suala. Deyir 72 ədədin 8-də 5 hissəsini tap. Uşaqlar, hissə nə deməkdir? Hissə vurma deməkdir. Vurma. 72 ədədin 8-də 5 hissəsi dedikdə 72-ni sadəcə 8-də 5-ə vuracağıq. 70-ni 8-də 5-ə vursaq, 8-də böl 1, bunu 8-də böl 9. Yerdə nə qalır? 9-u da 5-ə vursaq, cavabımız olacaq 45. Yəni, onda cavab D variantıdır. 11 də uşaqlar, bunun oxşarıdır. Uşaqlar, gəlin 12-ci suala baxaq. 12. 12-də deyir ki, turist bütün yolun əgər 5-də 3 hissəsini gedibsə, getdi. Yolun hansı hissəsi gedilməmiş qalır? Uşaqlar, yolun hamısı 5-də 5-dir. Yəni, məxrəc nədirsə sürət odur. 5-də 5 yolun hamısıdır. 5-də 5 yolun 5-də 3 hissəsini gedibsə, 5-də 5-dən də bu yolun hamısından gedilən yolu, yəni 5-də 3-ə çıxsaq, məxrəc qalacaq, sürətlər çıxsaq 5-də 2-ni verəcək. Yəni, yolun hansı hissəsi qalır? 5-də 2 hissəsi qaldı. 5-də 3-ü gedibsə, 5-də 2-si qalıbsa, 5-də 3 ilə 5-də 2-ni toplasaq, həqiqətən 5-də 5-i verir. Deyir, yolun hansı hissəsi gedilməmiş qaldı? 5-də 2 hissəsi. 5-də 2 də varmı? Var. D variantı. Deməli, 12-də uşaqlar cavab oldu. D variantı. Baxdıq 14-cü suala. 14-də görək bizdən nə istəyir? Deyir 32 şagirdin 4-də 3 hissəsi riyaziyyat dərnəyinə gedir. Uşaqlar, hissə vurmadır. Deməli, ümumilikdə 32 dənə şagird var. Və 32 şagirdin 4-də 3 hissəsi riyaziyyata gedirsə, 32-ni 4-də 3-ə vursaq, riyaziyyata gedənlərin sayını verir. 4-də böl 1, 4-də böl 8. 8-də 3-ə vursaq, 24-ü verəcək. Deməli, 24 nəfər riyaziyyat dərnəyinə gedir. Uşaqlar, 32 şagirdin 24 şagirdi riyaziyyat dərnəyinə gedir. Bizdən nəyin soruşur? Neçə şagird riyaziyyat dərnəyinə gedir? Elə cavab olacaq 24 şagird. 24 şagird olur, riyaziyyat dərnəyinə getdi. Sonra 15 də bunun oxşarıdır. Gəlin 16-ya baxaq. Deyir 220 bölək 16. Bu düzgün olmayan kəsirin düzgün tam hissəsini tapın. Uşaqlar, tam hissəsini tapmaq üçün birinci bərabər kəsirə çevirək, sürət və məxrəcin dəfələrini azaldıq. Uşaqlar, 224-də bölünür. 224-də bölsə 55-dir. 16-ın 4-də böl 4. Artıq bu rahatdır. 55-in içində 14, 13 dəfə kür, 4. 13-ü 4-ə vursaq 52, 3 qalır. Onda belə çıxır ki, 13 tam 4-də 100. Yəni, bu düzgün olmayan kəsirin qarşı ədəd formasında bu formada yazırıq. Bunun 13-ü tam hissədir, 4-də 3-ü də kəsirdir. Bizdən nəyi soruşur? 16-da. 16-da soruşur ki, bu ədədin tam hissəsini tapır. Tam hissəsi olur 13. Yəni, Y variantı. Keçdik uşaqlar. 18-də buna oxşar sual yazmışıq. Gəlin birini də yazaq da yazmayacaq. Deyir, 81 ədədinin 9-da 5 hissəsini tapır. Uşaqlar, hissə vurmadır. Vurma. 81-in 9-da 5 hissəsi deyəndə 81-i 9-da 5-ə vururuq. 9-da böl 1, 9-da böl 9, 9-u 5-ə vur 45. Deməli, cavab olur burada 45. Y variantı 18-də. 19 bunun oxşarıdır. Gəlin 20-yə baxaq. 20-də deyir ki, A hərfi Qarabağ sözündəki hərflərin sayının hansı hissəsidir? Uşaqlar, Qarabağ sözündə, diqqətlə baxın, A-ların sayı nə qədərdir? 1, 2, 3 dənə. Deməli, A-ların sayı ümumilikdə 3 dənədir. Və ümumi hərflərin sayı isə 1, 2, 3, 4, 5, 6, 7.
ümumi 7 dənə hərfimiz var. Ümumi 7 dənə hərfimiz var. Deməli, ümumi 7 dənə hərfin 3 dənə hərfi A-dır. Onda deyir, A hərfi Qarabağ sözündə hərflərin sayının hansı səsidir? Yəni, 3, 7-nin, yəni A-ların sayı 3, bütün hərflərin sayı 7-nin hansı hissəsidir? 3, 7-nin hansı hissəsidir dedikdə sadəcə 3-ü 7-yə bölürük. Olur 7-də 3 hissəsi, yəni D variantı. 20-də uşaqlar cavab oldu D variantı. Keçək 21-ə baxaq. 21-ə. Əvvəla uşaqlar, gəlin bunu təmizləyək. Baxdıq 21-də. 21-də nə deyir uşaqlar? Deməli, 21-də deyir ki, 0, 2, dövrdə 6. Bu qarışıq dövrdür. Deyir, bunun üzərinə 5-də 1 gəl. Uşaqlar, əvvəla bu qarışıq dövrü kəsrə çevirsək, mötərizədən 2 qədər 9, bir dənə 9. Vergüllə mötərizənin arasındakı rəqəm qədər 0, bir dənə 0. Bu olur məxrəc. Sürətdə nə yazırıq? Sürətdə vergülən sağda bütöv ədədimiz 26-dır. 26-dan ortadakı 2-ni çıxırıq. Bu olur deməli, qarışıq dövrün kəsrə çevrilməsi. Üzərinə gəl 5-də 1. Sonra 26-dan 2-ni çıxsaq 24-ü verəcək. Bu 5-də 1-ində uşaqlar sürət məxrəcini 18-də vuraq. 5-i 18-də vur 90. 1-i 18-də vur 18. Yenə sürət məxrəci 18-də ixtisar aparsaq yenə 5-də 1-dir. Və sürətləri də toplasaq 90-da 42. Deməli 6-ya bölsək 90-da 42 varmış olur, yox. Yoxdur. Nəysə, gəlin sürət məxrəci 6-ya bölək. 42-yi 6-ya bölsək 7, 96-ya bölsək 15. Deməli bu sualın cavabı olur 15-də 7. Yəni 21-də uşaqlar Y var. Hə uşaqlar, deməli 21-də cavab oldu Y variantı. Yəni 15-də 7. Keçək növbəti suala. Baxdıq, deməli 22-ci sual. 22. 22-də görək bizdən nə istəyir? 22-də uşaqlar, bax gəlin neyiniyə? Sual verilib. Deyir 3 tam 24-də 7. Arada bölək var. Uşaqlar, bax burada mötərizənin içində mənfi 6-da 5-dən müsbət 8-də 7 var. Biz bunların yerini dəyişə bilərik. Yəni müsbət 8-də 7 ilə mənfi 6-da 5-in yerini dəyişə bilərik. Və kəsirli misallarda hər zaman qarışıq ədəd gördükdə bunu düzgün olmayan kəsrə çevirmək lazımdır. 3-ü 24-də vur 72, 7 gəl 79. 79. Bölək. 8-dən uşaqlar, mötərizənin içində 8-dən 6-ya orta məxrəc 24 götürsək, 24-ü 8-yə bölsək 3, 3-ü 7-yə vuraq 21. 24-ü 6-ya böl 4, 4-ü 5-ə vur 20. Deməli, yekun olaraq nə alındı? 24-də 79 bölək 24-də 1. Uşaqlar, iki kəsiri bir-birlərinə böləndə vurağa çevirmək üçün birinci kəsir olduğu kimi qalır. İki kəsiri bir-birlərinə böləndə vurağa çevirəndə birinci kəsir qalır. İkinci kəsirdə sürət və məxrəc yerini dəyişir. Yəni 1 ilə 24 yerini dəyişdi sağ tərəfdə. 24-lər gedir. 79 sürətdə, məxrəcdə 1. Uşaqlar 79-da 1-ə bölsək cavab elə olacaq 79. Deməli uşaqlar cavab 79, 22-də oldu A variantı. 22-də A variantı. Keçək növbəti suala. Hə uşaqlar 22-ni yazdıq bayaq, 23 oxşar idi. İndi keçək 24-də. 24-də nə deyir? Deyir taxıl üydüldükdə deməli kütləsinin 5-də 3 hissəsi qədər un alınır. 480 kiloqram un almaq üçün nə qədər taxıl üyütmək lazımdır? Deməli uşaqlar, taxılın kütləsi olsun T və onun da kütləsi olsun U. Deməli, T baş hərfindən taxılın kütləsidir, U da onun kütləsidir. Deyir, taxılı üydükdə kütləsinin 5-də 3 hissəsi. Yəni uşaqlar, taxılın 5-də 3 hissəsi dediyinə görə hissə vurmadır. Taxılın 5-də 3 hissəsi, yəni taxılı 5-də 3-ə vursaq, deyir, taxılın 5-də 3 hissəsi qədər un əmələ gəlir. Yəni taxılı 5-də 3 hissəyə vursaq bizə unu verirsə, bu bizim ifadəmizdir. Və deyir 480 kiloqram un almaq üçün. Deməli, unun miqdarı 480 kiloqramdırsa, nə qədər taxıl götürmək lazımdır? Yəni, T vuraq 5-də 3, aparıb unun yerinə 480 yazırıq. 480 uşaqlar məxrəci 1-dir. 3 ilə 480 hər ikisi sürətli olduğuna görə ixtisar apara bilərik. 3-ə böl 1, 3-ə böl 160. Belə T-nın da məxrəci 1-dir uşaqlar. T-nı 1-ə vur T,
Məxrəci 5-i 1-ə vur 5 bərabər 160-ı 1-ə böləndə 160. Yəni 160-ın məxrəci 1-dir. Çarpar şəklinə vursaq t-nı 1-ə vur t, 5-i də vururuq 160-ı. Cavab olacaq 800 kiloqram. Deməli, nə qədər deməli, taxılı ütmək lazımdır? 800 kiloqram. Keçdik növbəti suala uşaqlar. Gəlin baxaq nəyə? 25-ə. Baxdıq 25-in sualı. 25. Görək 25-də bizdən nə istəyir? Uşaqlar 25-də neyək? Əvvəla 25-in sualda 2 çıx. Bax bu hissəyə bir dənə fikir verək. 1/6-nı 2-yə böləndə bizə 0,8-i verir. Bunun olduğu kimi yazdıq. 2-ni saxladıq. 1/6-nı 2-yə böldük. 0,8 yazdıq. Uşaqlar biz demişdik ki, kəsirli hesablamalarda qarşı qədərdə düzgün olmayan kəsirə çevirməliyik. Məxrədə baxın. 1/5-də 4-ü necə yazırıq? 1/5-də 4-ü biri 5'ə vur 5, 4 gəl 9, 5'də 9 bölək. 2/4-də 1 də qarşı qədərdə çevirsək, 2-ni 4-ə vur 8, 1 gəl 9. Uşaqlar sürətdə 2-dən 0,8 çıxanda 1/2-ni verir. Məxrəcdə 2 kəsiri bir-birinə bölmək üçün vurağa çevirəndə ikinci kəsirdə sürət və məxrəc yerini dəyişir. 4 yuxarı, 9 aşağı. 9'lar gedir. Sürətdə qalır 1/2, məxrəcdə qalır 4/5. Deməli uşaqlar 1/2 sürətdə, məxrəcdə bu 4-ü 5-ə böləndə 0,8-i verir. Sürət məxrəci 10-a vur. Sürəti 10-a vur 12, məxrəci 10-a vur 8. 4-ə böl 3, məxrəci 4-ə böl 2. 3-ü də 2-yə böləndə bizə verir 1/5. Yəni 25-də cavab olur 1/5 A variantı. Sonra 26 demək olar ki, bunu oxşardı. Bu daha rahatdır. 26-da nəyə fikir verəsiniz? Bu 2-də 1-i onluq kəsirə çevirsə 26-da. Daha doğrusu 25-lə uşaqlar 27 oxşardı. Sadəcə əlavə burada 6-ya vurma var. Yəni 26-ya yazaq 27-ni özünüz yazın. Uşaqlar bax, deməli bu 26-cı sualda 26-da. 2/2-də 1 nə deməkdir? 2/10-da 5 deməkdir. 2 mənfi qarşı-qarşıya olanda müsbət 0,5. 3 üzərinə gəl. 3-ü 3-ə böləndə bizə 1-i verir. 2/5 ilə 1/5 toplasaq 3-ü verəcək. 3 ilə 1-i topla 4. Cavab olur 4-də 3. Və 27-də 25-in oxşarıdır. Gəlin uşaqlar 28-ci suala baxaq. 28. 28-də görək bizdən nə istəyir? Deməli 28-ci sualda 28-də əvvəla biz dedik ki, harda qarşı qədər görsək düzgün olmayan kəsrə çevirəcəyik. 4 tam bu uşaqlar bu 2-də 1 nə deməkdir? 2-də 4-ü 2-yə vur 8, 1 gəl 9-u verir. Vurduq 9-da 8-ə. Üzərinə gəl. Bu 5/3-də 1-i düzgün olmayan kəsrə çevirsə 3-ü 5-ə vurub 15, 1 gəl 16 bölək. 10/3-də 2-nə düzgün olmayan kəsrə çevirsək 3-ü 10-a vur 30, 2 gəl 32. Uşaqlar burada 9 gedir. 2-yə böl 1, 2-yə böl 4 qalır. Sürətdə 4. O demək ki, cavab burada 4-dür. Bu kəsiri bir-birinə vursaq, sağdakı ifadədə 2 kəsiri bir-birlərinə böləndə birinci kəsir olduğu kimi qalır. Vurağa çevirsək ikinci kəsirdə, yəni bu kəsirdə sürət məxrəc yuxarı çıxır. 3 yuxarı çıxır, 3 32 aşağı düşür. 3-ə böldü, 3-lər getdi. İxtisar aparsaq 16-ya böl 1, 16-ya böl 2. Deməli yekun olaraq 4 üzərinə gəl, sürətdə 1 qaldı. Məxrəcdə 2, yəni 1/2. Bu da bizə verir uşaqlar 4 üzərinə gəl 0,5, yəni cavab 4,5. Deməli 4,5 də 28-də oldu A variantı. Sonra 29-da bunu oxşardı uşaqlar. Özünüz yaza bilərsiniz. Gəlin 30-a baxaq. Deyir 0,2 dövrdə 14. Bizə nə deyir? Deyir sonsuz dövrü onluq kəsirini adi kəsir şəklində göstərir. Uşaqlar bu qarışıq dövrdür. Qarışıq dövrü onluq kəsirə çevirsək, mötərizənin içi qədər 9 məxrəcdə. Yəni məxrəcdə 2 dənə 9. Vergüllə mötərizənin arasındakı ədədin sayı qədər 0, yəni bir dənə 0. Yəni bu demək ki, məxrəcdə oldu 990. Sürətdə nə edirik? Sürətdə vergüldən sağdakı bütöv ədədimiz 214-dən nəyi çıxırıq? Ortadakı 2-ni. Bu da bizə verdi. Sürətdə oldu 212, məxrəcdə 990. Və uşaqlar bu da 990-da 212 variantlarda yoxdur. Gəlin 2-yə ixtisar aparaq. Məxrəci 2-yə ixtisar aparsaq 495. Sürəti 2-yə ixtisar aparsaq, yəni ixtisar bölmək deməkdir. Sürəti 2-yə bölsək 106. Cavab oldu 495-də 106, yəni D variantı. Uşaqlar 30-da cavab oldu D variantı. Gəlin baxdıq 32-ci suala. 32-də nə deyir? Deyir A-nın qiyməti
Deyir A-nın qiyməti 2 tam dövrdə 41-dir. B-nin qiyməti isə 2 tam adi 41-dir. Burada nə yarış olar? 2 tam dövrdə 41-i biz onluq kəsrə çevirsək, bu 2, 41, 41, 41, 41. Yəni 41-lər sonsuza doğru gedəcək. Amma 2 tam %41-in mənası isə o demək ki, 2 tam %41-dən sonra heç nə yoxdursa, biz arxasına istədiyimiz qədər 0 artıra bilərik. Yəni bərabərlik dəyişmir. Eyni bərabər ədədlər olur. Baxırıq ki, 2 tam %41-lər eynidir. Yuxarıda 2 tam %41-dən sonra 4 gəlir, aşağıda 0 gəlir. 4 böyük olduğuna görə deyirik ki, yuxarıdakı A aşağıdakı B-dən böyükdür. Yəni A-nın qiyməti böyükdür B-dən. A-sı da B-dən böyük olan Y variantıdır. Keçdik növbəti suala. Baxdıq nəyə uşaqlar? Baxdıq. Deməli, baxdıq 34-ə. 34-ə görək bizdən nə istəyir? Deməli, uşaqlar, 34-cü sualda deyək, kəsirlərdən hansı sonlu onluq kəsr şəklində göstərilə bilməz? Uşaqlar, ümumiyyətlə, sonlu onluq kəsr şəklində göstərilə bilən ədədlər 2-nin üstü ya n şəklində olmalıdır. Yəni, kəsirin məxrəci. Uşaqlar, qayda belədir. Kəsirin məxrəci 2 üstü n, 2 üstü n, 5 üstü n və yaxud da 2 üstü n vuraq 5 üstü n şəklindədirsə, kəsirin məxrəci bu formada olan kəsirlərə sonlu onluq kəsir deyilir. Yəni, bu kəsirlərin sonu var. Bu mənanı verir. Deməli, uşaqlar, gəlin birinci kəsirə baxaq. Birinci kəsirin sadəcə məxrəcinə baxırıq. Uşaqlar, 20 nə deməkdir? 20-nin sadə vuruqlarını ayırsaq, 2-nin kvadratı vuraq 5 kimidir. Baxaq. Bax, bu qaydaya oxşuyur. Deməli, kəsirin məxrəci bu şəkildə olduğuna görə bunun sonu var. Bizdən soruşur ki, sonu olmasın. Uşaqlar, ikinci kəsirə baxaq. Məxrəci 32-dir. 32-ni 2-nin üstü 5 şəklində yazsaq, baxırıq ki, 2 üstü n kimidir. Yəni, bunun da sonu var. Bu da getdi. Yalnız kəsir məxrəcinə baxırıq. 40, 2-nin kubu vuraq 5 kimi sadə vuruqlarını ayırırıq. Bu da 2-nin üstü n vuraq 5-in üstü n kimidir. Deməli, bunun da sonu var. 25, 5-in kvadrat deməkdir. Yəni 5-in üstü n kimidir. Bunda sonu var. Bir dənə sonu olmayan uşaqlar, məxrəci 35-ə baxaq. Yəni 35-dən 6-ya. 35, 7 vuraq 5 şəklində yazılır. Deməli, biz dedik ki, yalnız məxrəci 2-yə, 5-ə və yaxud da həm 2-yə, həm 5-ə bölünməlidir. Burada bir dənə 7-yə bölümü olduğuna görə deyirik ki, bu kəsirin sonu yoxdur. Yəni sonsuzdur. Bizdən soruşur ki, hansı sonlu onluq kəsir şəklini göstərilə bilməz. Yəni, sonlu deyil, sonsuzdur. Sonsuz olan 35-də 16-dır. 35-də 16. Hə, uşaqlar, deməli, 34-də bəyax yazdıq, 35-də 16 tapdıq. Yəni, burada doğru cavab C variantıdır. 35 də bunun oxşarıdır. Artıq burada sonlu onluq kəsir şəklini göstərilə biləni tapın. Yəni, ya 2 üstü. Burada baxanda görsəniz doğru cavab budur. Çünki məxrəcdə 125, 5 üstü 3-dür. Yəni, 5 üstü n şəklindədirsə, sonu olan bir dənə budur. Doğru cavabdadır. Çünki Y variantında məxrəci 15 olan 3-ə bölünür. Bu gedir. 54 3-ə bölünür, gedir. 48 3-ə bölünür, gedir. 28 7-yə bölünür, gedir. Yəni, burada doğru cavab D variantıdır. Gəlin uşaqlar, baxaq nəyə? 36-ya baxaq. 36 bizdən nə istəyir? Deməli, 36-da deyir ki, A-nın qiyməti 10-da 7-dir. B-nin qiyməti 3-də 34-dür. C-nin də qiyməti 17-də 3-dür. Uşaqlar, burada biz kəsirləri müqayisə eləmək üçün ya sürəti, ya məxrəci eyniləşdirməliyik. Burada sürətlər balaca olduğuna görə sürətləri eyniləşdirmək daha əlverişlidir. Baxaq, 7 ilə 3 orta məxrəc 21. Gəlin bu 3 dənə kəsirin 3-ünün də sürətini 21-ə gətirək. A-nın sürət məxrəci 3-ə vursaq, 7-ni 3-ə vur 21, 13-ə vur 30. B-yə baxaq. Sürət məxrəci 7-yə vuraq. 3-ü 7-yə vur 21, 34-ü 7-yə vuranda deməli 8 yazırıq. 2 yadda 21, 23, yəni 238. C-yə baxaq uşaqlar. Burada sürəti 21 eləmək üçün 7-yə vurarıq. Sürəti 7-yə vur 21, məxrəci 7-yə vur 119. İndi uşaqlar, sürəti eyni olan kəsirlərdə müqayisə necə idi? 238 idi deyəsən burada. Hə. Sürəti eyni olan kəsirlərdə müqayisə belə idi. Əgər kəsirin sürətləri eynidirsə, məxrəci kiçik olan hər zaman böyükdür. Yəni A böyükdür
30-dan sonra böyük olan 119-dur C-dən və kəsir məxrəci ən böyük olan ən kiçikdir. Yəni ən kiçiyi də B-dir. Və burada da bizdən nəyi soruşur? Bizə deyir ki, 36-da artma sırasını tap. Uşaqlar, artma sırası nə deməkdir? Artma sırası kiçikdən böyüyə doğru düzmək deməkdir. Kiçiyi B-dir, C-dir, A-dır. Bəli, ən böyüyü A-dır, ən kiçiyi B-dir. Kiçikdən böyüyə doğru düzsək, artma sırası olacaq B, C, A, yəni B variantı. Keçdik uşaqlar növbəti suala. Baxdıq nəyə? 38-ə. 37 oxşardır. Uşaqlar, 38-də deyir ki, A üstə gəlib 1-də 3 kəsiri düzgün olmayan kəsirdir. Uşaqlar, bax, kəsir ifadəsi verildikdə bizə düzgün olmayan kəsir deyilirsə, həmin kəsiri bərabərslik kimi götürün. Çünki ən rahat üsulu bərabərslikdir. Bizə deyir ki, bu kəsir düzgün olmayan. Deməli, biz bunu bərabərslik kimi yazmalıyıq. Da yerinə ədəd yazmayın. Çünki bəzən elə tip suallar olur ki, yerinə ədəd yazanda ümumiyyətlə cavabı tapmaq biraz çətin olur. Deməli, bu kəsir düzgün olmayan kəsirsə, düzgün olmayan kəsirdə sürət nədən böyük bərabərdir? Məxrəcdən. A üstə gəl 1-dən. Biri sola aparsaq, -1 bərabərslik qalır. Deməli, A-nın qiyməti 2-dən kiçik bərabər. Uşaqlar, A-nın qiyməti 2-dən kiçik bərabərsə, A-ya 0, 1, 2 yaza bilərik. Hansı natural deyir? Uşaqlar, natural dediyinə görə 0 natural deyir. Ona görə doğru cavab 1 və 2-dir. Yəni D variantı. Keçdik növbəti suala. Deməli, növbəti sual uşaqlar 39-dur. 39-da baxaq, belə bir kəsir verilib. Biz dedik ki, kəsirdə qarşı ədəd varsa, qarşı ədədi hökmən düzgün olmayan kəsirə çevirəcəyik. 3/2-1 nə demək uşaqlar? 3/1. 3/1, 3-ü 2-yə vur, məxrəc qalır. 3-ü 2-yə vur, 6, 1 gəl 7, vuraq. 1/3, 3 qalır, 1 3-ə vur, 3, 1 gəl 4. 4/7-də 5, 4-ü 7-yə vur, 28, 5 gəl 33. İxtisar aparsaq, 7-lər gedir. 2-yə böl 1, 2-yə böl 2 edir. Burada 2 qalır. Sonra bunu 3-ə bölsək 1, bunu 3-ə bölsək 11. Deməli, sürətdə 2, bir də 11 qaldığına görə 2-yi də 11-ə vursaq, bizə verəcək 22. Yəni, bu sualın cavabı uşaqlar 22-dir. Keçək növbəti suala 44-ə. Daha doğrusu 40-a. Gəlin baxaq 40-cı suala. 40-a. Deməli, 39-da cavab oldu C variantı. Uşaqlar, 40-cı sualda 40-da. 40-cı sual. Burada baxırıq ki, kəsirlərin məxrəci 2, 4, 4, 8, 8-dir. Deməli, biz ortaq məxrəc hər birini məxrəc 8-ə gətirərik. Məsələn, 2-də 1-i məxrəc 8-ə gətirmək üçün sürət məxrəci 4-ə vuraq. 2-ni 4-ə vur 8, 1-i 4-ə vur 4. 4-də 1-i məxrəc 8-ə gətirmək üçün sürət məxrəci 2-yə vuraq. 8-də 2. 4-də 3-ü də sürət məxrəci 2-yə vuraq. 8-də 6. Bu 8-də 3-dür. Bu da 8-də 5-dir. İndi məxrəci eyni olan kəsirlərin sürəti böyük olan böyük, kiçik olan kiçikdir. Yəni, ən böyük kəsirimiz budur, ən böyük. Və məxrəci ən kiçik olan da 8-də 2-dir. Daha doğrusu sürəti ən kiçik olan da 2-dir. Yəni, 8-də 2-də ən kiçik kəsirimizdir. Və bizdən soruşur ki, kəsirlərdən ən kiçiyini göstərin. Uşaqlar, ən kiçiyi hansıdır? 8-də 2. Yəni, sürət məxrəci 2-yə böl, 2-ni 2-yə böl 1, 8-i 2-yə böl 4. Deməli, ən kiçik kəsilmiş oldu uşaqlar 4-də 1. Keçək növbəti suala. 42-yə baxaq. 42-də nə deyir? Deyir 3n çıx 5 bölək 7 bu kəsiri. Düzgün kəsir uşaqlar. Biz dedik ki, düzgün və yaxud da düzgün olmayan kəsirdə düzgün kəsir və yaxud da düzgün olmayan kəsir verilirsə, biz bunu bərabərslik şəklində tapmalıyıq. Düzgün kəsirdə biz bilirik ki, sürət məxrəcdən, yəni 7-dən kiçikdir. Onda 3n də kiçikdir. 5 sağ apar 5, üzərinə gəlir 7-dən. 3n kiçikdir 12-dən və n-in də qiyməti kiçikdir 12-ni 3-ə böl 4-dən. Uşaqlar, n-in qiyməti 4-dən kiçikdirsə, n-in ala biləcəyi natural qiymətlərin cəmi. Bu araqda n-ə 1, 2, 3 yaza bilərik. Amma bir şey var. N-ə 1, 2, 3 yazandan sonra apab qiyməti yerinə yazıb yoxlamalıyıq. Məsələn, bax bu kəsirdə n-in yerinə 1 yazsaq, 1. Nə olacaq? 3-ü 1-ə vur, 3. 3-dən 5 çıx, -2. Uşaqlar, düzgün olmayan kəsirdə sürət və məxrəc natural ədəd olmalıdır. -2 natural olmadığına görə biz buna düzgün kəsir deyə bilmərik. N-in yerinə 2 yazsaq, 3-ü 2-yə vur, 6, 5 çıx, 1. Düzgün kəsirdir. N-in yerinə 3 yazsaq,
Məxrəcdə 7, 3-ü 3-ə vursaq uşaqlar 9, 9-dan 5 çıx 4. Bu da düzgün kəsirdir. Deməli n 1-i ala bilmir. N ala biləcək qiymətlər 2 və 3-dür. Bizdən n ala biləcək natural qiymətlərin cəmi, yəni 2 ilə 3-ün cəmi olur 5. Yəni C variantı. 42 oldu uşaqlar. C variantı. Keçək növbəti suala. Baxdıq 43-ə. 43-də nə deyir uşaqlar? 43. Deməli 43-də burada deməli deyir 9 onda 4 vuraq 14 tam onda 3. 9 onda 4 vuraq 4 onda 3. Burada uşaqlar hər iki vurmanın içində olan eyni ədədlər 9 tam onda 4'dür. 9 onda 4'dür. Və buradan biz 9 onda 4'ü mötədə xaricinə çıxarsaq, mötəzənin içində 14 onda 3 çıx, bir də 4 tam onda 3 qalır. Bu da bizə verəcək 9 onda 4 vuraq, arada vuraq var. 14 onda 3-dən uşaqlar 4 onda 3 çıxan da bizə 10'u verir. 9 onda 4'ü 10'a vursaq, bizə verəcək 94'ü. Yəni bu sualın cavabı oldu 94. Y variantı. 44 oxşardır. Gəlin 45'ə baxaq. 45'də nə deyir? Deyir 0.6-nı hansı ədədə bölsək? İfadə quruq uşaqlar. 0.6-nı hansı ədədə bölsək? Bilmirik hansı ədəd? X-dir. Biz elə X-i tapmalıyıq. Sual. 0.6-nı hansı ədədə, yəni X-ə böldükdə kəsirimiz olur 21'də 25. Bax buna da deyirlər ifadə qurmaq. 0.6-nı hansı ədədə X-ə bölsək 25'də 21 alınır. Uşaqlar, iki kəsir bərabər olanda çarpar şəklində vururuq. 25'i vururuq 0.6-ya çarpar şəklində. Bərabərdir 21 vuraq X-a. Uşaqlar, 25'i 6'ya vuranda 150, 25'i 0.6'ya vuranda 15'i verəcək. 15 bərabərdir 21 X-a və X-in qiyməti də 15 bölək 21'dir. X-in qiyməti 15 bölü 21'dir. Sürət məxrəci 3-ə böl. 15'i 3-ə böl 5, 21'i 3-ə böl 7. Deməli, hansı ədədə bölməliyik uşaqlar? 7-də 5'ə bölməliyik. 7'də 5 də oldu B variantı. Deməli, 45'də cavab oldu B variantı. Baxdıq uşaqlar, 46 oxşardır. Bayaqki yazdığımız sualın oxşardır. Gəlin baxaq 47-ci sualı. 47'də nə deyir? Deyir 0.9-dan ifadə qururuq. Baxın 0.9-dan. Hansı ədədi çıxdıqda, bilmirik hansı ədəddir. Çıxırıq bir X-i. Biz elə X-i tapmalıyıq. 0.9-dan hansı ədəd, yəni X-i çıxdıqda 3'də 2 alınır. Yəni 0.9 çıx X bərabər 3'də 2. Biz bunu uşaqlar kəsirə çevirsək 0.9 9 böl 10'dur. Bundan X çıxsaq 3'də 2'ni verirsə, 3'də 2'ni sola gətirsək, mənfi 3'də 2, mənfi X da sağa apar, müsbət X. İndi neynəyək? 3 ilə 10'a ortaq məxrəc 30 götürərik. 30'u 10'a bölsək, 3'ü sürətə 9'a vursaq 27. Çıx. 33'ə böl 10, 10'u 2'yə vur 20. Sürətdə olacaq 7, məxrəcdə olacaq 30. Deməli, X-in qiyməti 30'da 7. 30'da 7'dən uşaqlar B variantı. Keçdik növbəti suala. Baxdıq, deməli nəyə? 48 uşaqlar, bunun oxşarıdır. Gəlin 49'a baxaq. 49. Deyir, 3'də 1 ədədin, yəni X-in. Biz X-i tapmalıyıq uşaqlar. Deyir, ədədin, yəni X-in 3'də 1 hissəsinin üzərinə, yəni X-i 3'də 1'ə vuraq, çünki hissə vurmadır. X-in 3'də 1 hissəsinin üzərinə 2 əlavə etsək, ədədin özü alınır. Yəni bu ifadə yenə ədədin özünü verir, yəni X-i verir. X-in məxrəci 1'dir, X-i 1'ə vur 2, 1'i 3'ə vur 3. Üzərinə gəl 2 bərabərdir X-a. 2 bərabərdir. Bu 3'də X-i sağa aparsaq, mənfi X böl 3'ü verəcək. Deməli, 2 də bərabər olur, X-in məxrəci 1'dir. Orta məxrəc 3, çarpar şəklini 3x-a vur 3x, çarpar şəklini 1x-a vur 1x. 2 bərabər sürətdə qalır 2x, məxrəcdə 3, 2-nin də məxrəci 1'dir. Çünki uşaqlar istənilən ədədin məxrəci 1'dir. Burada da çarpar şəklinə vursaq 2x bərabərdir 6-ya, x-in qiyməti oldu 6-nı 2-yə böl 3. Deməli, bizdən x-i soruşur tab, x-in qiyməti oldu uşaqlar 3, 49'da yəni Y variantı. Keçək 50-yə. Deməli, 49'da Y variantı. Baxdıq 50'yə. Çünki 50 ilə uşaqlar 51 oxşardır. Gəlin 50'yə baxaq.
Deyir 2də 1 və 3də 1 hissələrinin fərqi uşaqlar. Yəni bu nə deməkdir? Bilmirik, hansısa bir ədəddir. Ədədimiz x-dir. X-ın 2də 1 hissəsi ilə, yəni x-i 2də 1-ə vur. Bir də x-in 3də 1 hissəsi, yəni x-i 3də 1-ə vur. Uşaqlar, istənilən ədədin məxrəci 1-dir. Yəni x-in məxrəci 1-dir. X-i 1-ə vur x, 2-ni 1-ə vur 2. Bunun da məxrəci 1-dir. X-i 1-ə vur x, 3-ü 1-ə vur 3. Yəni hansısa bir ədədin 2də 1 hissəsi, yəni x bölü 2, bir də 3də 1 hissəsi, yəni x bölü 3. Deyir bu hissələrin fərqi, yəni x bölü 2 ilə x bölü 3-ün fərqi bizə nəyi verir? 1-i verir. Həm deyir ədəd tapın, yəni x-i tapın. Uşaqlar, 2 ilə 3 ortaq məxrəc 6. Birin çarpma şəklinə belə vuruq. 6-yı 3-ə vur, 3-ü x-a vur, 3x, 2x-a vur, 2x bərabərdir 1-ə. Bunun məxrəci 1-dir. 3x-dan 2x çıx. 1x, 1x-i çarpma şəklinə 1-ə vur. 1x 6-nı 1-ə vur 6. Deməli, həmin ədədimiz olur uşaqlar 6. Yəni A variantı. Deməli, 50-nin də cavabı oldu uşaqlar A variantı. Keçdik növbəti suala. Baxdıq 52-yə. 52-də görək bizdən nə istəyir? Deyir, turist yolun 7də 4 hissəsini avtomobillə, qalan 9 kilometr yolu piyada getdi. Uşaqlar, bu tip suallarda hər zaman özümüzdən bir ədəd götürməliyik. Məsələn, x olsun bizim ümumi ədədimiz. Ümumi ədəd. Yolun əgər 7də 4 hissəsini avtomobillə gedib, gedib. Deyir, qalan 9 kilometr yolu piyada gedib. 9 kilometr yolda uşaqlar piyada gedib. Piyada. Onda belə çıxır ki, yolun hamısı 7də 7-dir. Yolun hamısı 7də 7-dirsə, 7də 4-ünü avtomobillə gedibsə, 7də 7-dən 7də 4-ü çıxsaq, 7də 3-ü verir. Yəni, qalan bu 7də 3-ü, yolun 7də 3-ünü piyada gedib. Yəni, bu mənanı verir. Yəni, 7də 4-ünü avtomobillə gedir, yerdə qalan 7də 3, yolun 7də 3 hissəsini piyada gedir. Deməli, yolun 7də 3 hissəsi piyadadır, həm də yolun piyada olan hissəsi məsafə ilə 9 kilometr. Onda nə edirik? Ümumi məsafənin x-i, deməli, piyada getdiyi hissəyə vursaq, yəni 7-də 3-ə vursaq, piyada getdiyi məsafəni verir, yəni 9-u verir. Burada da 3-ə böl 1, 3-ə böl 3-ü verəcək. Çarpma şəklinə 7-ni 3-ə vursaq, bizə verəcək 21-i. Bizdən ümumi yolu soruşur. Ümumi yol, turist avtomobilə getdiyi yol neçə kilometrdir? Aha, deməli, ümumi yolumuz uşaqlar 21 kilometrdir və avtomobillə ümumi 21 kilometr yolun avtomobilə 7də 4-ünü gedib. Yəni 21-i 7də 4-ə vursaq, 7-yə böl 1, 7-yə böl 3, 3-ü 4-ə vursaq bizə verəcək 12. Yəni 12 kilometrini avtomobillə gedib. Və yaxud da belə də deyə bilərik. 21 kilometrin 9 kilometrini piyada gedibsə, 21-dən 9 çıxsaq, 12 kilometrini avtomobillə gedir. Yəni cavab olur 12. Yəni Y variantı. Keçdik növbəti suala. 53-ə. 53-də uşaqlar nə deyir? 53-də deyir ki, bu ədədlərdən ən böyüyü hansıdır? Uşaqlar, baxın, ədədimizin biri budur. Biri budur, biri bu, bir də bu. Deməli, 0-dan sonra bizdən ən böyüyü soruşur. 0-dan sonra 8 gələnlər ən böyükdür. Amma 0-dan sonra 7 gələnlər ən kiçikdir. Bu 0-dan sonra 7 gələnləri çıxaq. Yerdə ən böyük 2 dənə ədəd qalır. Biri 0,82-dir, biri də 0,802-dir. Biz uşaqlar 0,82-nin sonuna bir dənə 0 atsaq yenə bərabər ədəddir. Yəni eyni şeydir. 0,820 ilə 0,82 bərabər ədəddir. İndi baxırıq ki, 0,820 böyükdür. 0,802 8-lər eynidir. 2 0-dan böyük olduğuna görə 0,82 böyük olacaq. Yəni C variantı. 53-də cavab oldu C. Sonra 54-də baxaq uşaqlar. 54-də. Çünki 54 ilə 55 oxşardır. 54-də deyir ki, 16,4 ilə 20,31 ədədləri arasında neçə natural ədəd yerləşir? Uşaqlar, 16,4 ədədi 16 ilə 17-nin arasındadır. 20,31 ədədi 20 ilə 21-in arasındadır. Və 16,4-dən 20,31-ə qədər olan ədədlər 17, 18, 19 və 20-dir. Yəni 4 dənə ədədimiz var. Neçə natural ədəd var? 4 dənə natural ədəd var. Yəni Y variantı. Keçdik növbəti sual 56-ya. Baxdıq 56-cı suala.
56-da nə deyir uşaqlar bizdən? Görə nə istəyir? 56-da. Uşaqlar 56-da deyir ki 25 tam %25 bölək 0-dan 1000-8. Bundan deyir bu ədədi çıx. Uşaqlar bunu rahat hesablama yolu. Gəlin birinci bunu hesablayaq da. Amma necə hesablayaq? Kəsirlə. Məsələn 25 tam 56. Deməli sual 56. 25 tam %25-i 0 tam 1000-8-ə bölsək, neyini? Sürət məxrəci nəyə? Baxın uşaqlar, yuxarıda 1, 2, 2 vergül içəri girib, 2 vergül. Aşağıda 1, 2, 3 vergül içəri girib. Ən çoxu 3 vergül olduğuna görə sürət məxrəci 3 vergül, yəni hər vergül 1, 0 deməkdir. 3 vergül 1000 deməkdir. Hansında vergül çoxdursa sürət məxrəci 10-a vururuq. Yəni 3 vergül çox olduğuna görə sürət məxrəci 3 vergülə, yəni 3 dənə sıfıra, yəni 1000-ə vururuq. Məxrəci 1000-ə vursaq 8, sürəti 1000-ə vursaq 25, 25, bir dənə də 0. İndi gəlin bu ədədi uşaqlar nə edək? Deməli, nə edək? 8-ə bölək. Deməli, 2000, 250-ni 8-ə bölsək, 25-in içində 8, 3 dəfə 24, 1 qalır. 12-in içində 1 dəfə 8, 4 qalır. 5 ataq, 45-in içində 5 dəfə 40, yenə 5 qalır. 0 atsaq, 0 atsaq. 50-in içində 8, 6 dəfə 48, yerdə qalır 2. Demək olar, yerdə qaldı 2 və 2 artıq ədəd qalmadığına görə bura bir vergül atırıq, bura bir 0. 20-in içində 8, 2 dəfə 16, 4 qalır çıxanda. 40-in içində 8, 5 dəfə. Yəni 40-dan 40 çıxanda bizə verir 0. Yəni tam bölünür. Yəni tam bölünür. Demək uşaqlar, burada cavab nə elədi? Cavab elədi 3156 tam %25. İndi keçək növbəti hesabat hissəsinə. Deməli uşaqlar baxın. Baxın. Bunu 25 tam %25-i 0-dan 1000-8-ə böldük, bizə bunu verdi və bundan da nəyə çıxırıq? 2944 tam 2944 tam %65-i çıxırıq. Gəlin buradan çıxaq. Burada 0, buradan bura 1 onluq 6, 5 qalır 1, 5-dən 4 çıx 1, 31-dən 29 çıx 2. Cavab olacaq 211 tam. Buradan 0-a yaza da bilərik, yazmaya da bilərik uşaqlar. Bərabər ədədlərdir. Cavab olur 211 tam %6, yəni B variantı. Deməli uşaqlar, 56 da cavab oldu B variantı və 57 də bunun oxşarıdır. Gəlin uşaqlar, 58-ə baxaq. Deməli 58-də nə deyir? 58-də deyir ki 0 tam 48, 48 dövr eləyir. Deməli uşaqlar 48-lər dövr eləyir. 48-lər dövr elədiyinə görə 0 mötərizənin içinə 48 yazırıq. Yəni mötərizənin içi uşaqlar dövr eləyən ədədi göstərir. Deməli bu 0 tam %48-dir. Mötərizənin içinə 48. Bu da saf dövrdür. Mötərizənin içinə 2 dənə rəqəm olduğuna görə məxrəcdə 2 dənə 9. Və mötərizənin içinə uşaqlar nə varsa sürətə yazırıq. Sürətdə də oldu 48. Deməli neyini? 3-ə bölək 33. Sürəti 3-ə böl 16. Cavab olur 33-də 16. Yəni C variantı. Deməli uşaqlar 58-də oldu C variantı. Keçdik 60-cı suala baxaq. Deməli deyir 346 tam 10-5 ulduz 24 kiçikdir 346 tam vergül 5 2 2 4. Yəni 5224. Uşaqlar 346 tam 10-5 346 tam 10-5 eynidir. Və bu 24-lər də eynidir. Bu ulduzun yerində olan ədəd baxın bu 2-dir. Sağdakının deməli 1 və 2 xətt çəkdiyim ədədlər eyni olduğuna görə, sağdakı ilə soldakı ədəddən böyük olduğuna görə bura 2 yazsam bərabərlik alınır, bərabərlik yox. Deməli 2 ola bilməz. Ulduzun yerinə ya 0 ya 1 yazmalıyıq ki, sağdakı ədəd soldakı ədəddən böyük olsun. Deməli cavab olur 0 və 1 C variantı. Keçdik uşaqlar 62-ci suala. Deyir meyvə bağındakı ağacların 11-də 4 hissəsi almadır. 11-də 2 hissəsi armuddur. Ümumi uşaqlar bu meyvə ağaclarını toplasaq bizə 11-də 6-nı verəcək. Deyir digər meyvə ağacları uşaqlar meyvələrin hamısı 11-də 11-dir. Bu meyvələrin hamısıdır. 11-də 4-ü ilə almadır. 11-də ikisi armudsa ikisi birlikdə 11-də 6-dır. Digər meyvə ağacları isə uşaqlar 11-də 11-dən
11-də 6 çıxsaq bizə verəcək 11-də 5-i. Deməli yerdə qalan 11-də 5-i səssə digər meyvə ağaclarıdır. Və bizdən nəyi soruşur? Digər meyvə ağacları, bağdakı ağacların hansı səsini təşkil edir? Deyirik ki 11-də 5 səsi, yəni C variantı. Sonra uşaqlar 63 çox asandır. Gəlin ilə bunu üzərində qeyd edək. Ədədlərdə neçəsi düzgün olmayan kəsirdir? Düzgün olmayan kəsirdə sürət məxrəci ya bərabərdir, ya da sürət məxrəcdən böyükdür. Bu düzgün kəsirdir, getdi. Sürət məxrəcə bərabərdir, bəli, düzgün olmayan kəsirdir. Burada məxrəc böyük olduğuna görə düzgün kəsirdir, getdi. Bəli, sürət məxrəcdən böyükdür, düzgün olmayan kəsirdir. Məxrəc sürətdən böyükdür, düzgün kəsirdir, getdi. Burada sürət məxrəcə bərabərdir, düzgün olmayan kəsirdir. Deməli 3 dənə düzgün olmayan kəsirimiz var. Keçək uşaqlar nəyə? 64-də. 64-də neyə uşaqlar? 2-də 1-dən 3-də 1 çıxır. Gəlin mötərizənin içini orta məxrəc 6 götürək. Çarpaz şəklinə 3-ü 1-ə vursaq 3, 2-ni 1-ə vursaq 1 verir. Və bir də mötərizə xarici kvadratı var. Deməli, daha doğrusu 3-ü 1-ə vurduq 3, 2-ni 1-ə vursaq bizə 2-ni verir. Deməli 3-dən 2 çıx 1, məxrəcdə 6, bir də bunun kvadratı. Uşaqlar 6-da 1-in kvadratı bizə verəcək 36-da 1. Deməli bu sualda cavab oldu 36-da 1 B variantı. Yəni 64 B. Keçək uşaqlar növbəti suala 65-ə. 65-də deməli belə bir ədəd verilib 11 vuraq 45 bölək 75 vuraq 121. Uşaqlar bunu 11-ə böl 1. Bunu 11-ə böl 11 verir. 45 ilə 75 15-ə ixtisar gedir. Yəni 15-ə bölünür. 45-i 15-ə böl 3, 75-i 15-ə böl 5. Deməli sürətdə nə qalır? 1 vur 3 qalır. Məxrəcdə 5 vur 11 qalır. Sürətdə 3, məxrəcdə 55. Cavab oldu 55-də 3. Yəni Y variantı. 65 oldu uşaqlar Y variantı. Sonra uşaqlar bayaq 67-yə oxşar sual dedik. 67 bizə lazım deyil. Gəlin 66-ya baxaq. Deməli deyir 1A3 belə bir 3 rəqəmli ədədimiz var. Bir də 163. Bu kəsir düzgün olmayan kəsir olarsa, uşaqlar düzgün olmayan kəsir olması üçün sürət məxrəcdən ya böyük ya bərabər olmalıdır. Yəni 1A3 3 rəqəmli ədədi 163-dən ya bərabər ya böyük. Onda A-nın yerinə 6 yaza bilərik. Bəli. A-nın qiyməti 6, 7, 8 və 9 rəqəmlərini yaza bilərik. A-nın ala biləcək qiymətlərin cəmi. Bizdən bunların cəmini soruşur. Cəm də görək neçə eləyir? 6, 7, 13, 8, 21, 9 burada 30. Cəm oldu uşaqlar 30. Yəni D variantı. 66-da oldu cavab D variantı. Sonra keçək uşaqlar 68-ci suala. Görək 68-də bizdən nə istəyir? Uşaqlar 68-də nəyə fikir verirsiniz? Baxın, birinci kəsirə fikir verin. Burada 1, 2, 3 vergül. Yuxarıda 3 vergül içəri girib. Aşağıda isə 1, 2 vergül içəri girib. Onda ən çoxu 3 vergül olduğuna görə hər vergül 1 sıfırdır. 3 vergül 1000 deməkdir. Yəni 3 dənə 0 1000. 2 vergül 2 0 100 deməkdir. Yəni sürət məxrəci ən böyük vergülün, yəni sıfırların sayına vururuq. Yəni sürət məxrəci 1000-ə vururuq. Sürəti 1000-ə vursaq 216-nı verər. Məxrəci 1000-ə vursaq 150-ni verər. Üstə gəl 3-də 2. Burada da uşaqlar 2 kəsir bir-birlərinə bölübsə, vurağa çevirəndə ikinci kəsir, yəni 15-də 4, 15 yuxarı çıxır, 4 aşağı düşür. Bunu 6-ya bölsək uşaqlar 6-ya eləyir 36. Bunu 6-ya bölsək bizə verir 25. Sonra bunu 2-yə böldük 1, 2-yə böldük 2, 3-ə böldük 1, 3-ə böldük 5. Deməli nə oldu uşaqlar? Sürətdə 36 böl 25, məxrəcdə isə 2-də 5. Gəlin neyniyək? Orta məxrəc 25 ilə 2-yə 50 götürək. 50-ni 25-ə böl 2, 2-ni 36-ya vursaq 72, 50-ni 2-yə böl 25, 25 5-ə vur 125. Bu da bizə verəcək 125 ilə 72-ni toplasaq 197 bölək 50-yə. Gəlin uşaqlar, sürət məxrəci 2-yə vuraq ki, məxrəci 100-ə gətirək və rahat bölək. Məxrəci 2-yə vur 100, sürəti 2-yə vur 394. 394-də uşaqlar 100-ə bölmək 2 vergül içəri girir, yəni sıfırların sayı qədər. 394 2 vergül içəri girsək olacaq 3,94. 3,94 uşaqlar A variantıdır. A. Bu da oldu uşaqlar 68-ci sualın cavabı. Uşaqlar baxdıq 69-cu suala. 69-da nə deyir?
Deyib birinci boru hovuzun altta 7-ni, ikincisi isə 16-da 5-ni doldurur. Hovuzun hansı hissəsi boş qalır? Uşaqlar, birincisi Hasantıda 16-da 7-sini doldurur, ikincisi də 16-da 5-ni doldurur və birlikdə hansı hissəsini doldurur? Birlikdə deyəndə bunları toplayırıq. 16-da 12. Uşaqlar, ikisi birlikdə 16-da 12 hissəsini doldurursa, hovuzun hamısı 16-da 16-dır. 16-da 16-dan da 16-da 12 çıxsaq, 16-da 4 hissəsi boş qalır. Yəni 16-da 4 hissəsi boş qalır. 16-da 4 nə demək ki olar? 4-ə böl 1, məxrəci 4-ə böl 4. Yəni 4-də 1 hissəsi boş qalır. Yəni C variantı. 69-da uşaqlar oldu cavab C variantı. Gəlin 70-ə baxaq. 70-də nə deyir? 70-də deyir ki, oğlun 10 yaşı var. 10 yaşı. Yəni o bərabərdir 10-a. Və onun yaşı atanın yaşının 7-də 2 hissəsidir. Yəni atanın yaşının 7-də 2 hissəsidir. Yəni hissə vurmadır. Yəni atanın yaşının 7-də 2-si deyirsə, yəni atanın yaşını 7-də 2-yə vursaq, oğlun yaşını verir. Oğlun yaşı da 10-dur. Bunu uşaqlar 2-yə böl 1, 2-yə böl 5. A da nəyə bərabərdir? Bu 7-ni bu 5-ə vururuq. Yəni 7 vur 5, 35. Deməli atanın neçə yaşı var? Atanın 35 yaşı var. Yəni B variantı. 70-də cavab oldu B. Keçək. 71 oxşardır. 72-yə baxaq. Məxrəci uşaqlar 13 olan, məxrəci 13 olan. Ən böyük düzgün kəsir. Uşaqlar, məxrəci 13 olan ən böyük düzgün kəsir 13-də 12-dir. Bu ən böyüdür. Ən kiçik düzgün kəsir isə 13-də 1-dir. Bu da ən kiçik düzgün kəsirdir. Bunların hasilini soruşurlar. Yəni 13-də 12-ni vuraq, 13-də 1-ə. 13-ə 13-ə vur 169, 12-ni 1-ə vur 12. Cavab oldu 169-da 12, yəni Y variantı. 73-də oxşardır. Gəlin 74-də baxaq. Deyir 11-də 3 ədədini sonsuz dövrü olmuş kəsir şəklində yazın. Uşaqlar, bunu yazmaq üçün birinci nə edərik? Sürəti məxrəcə bölərik. Yəni 3-ü 11-ə bölərik. 0, 0, vergül. 30-un içində 11 2 dəfə. 22 çıx 8 qalır. 80-in içində 11 7 dəfə. 77. Çıxanda 3 qalır. Uşaqlar, 3 nə deməkdir? Yəni əvvələ qayıtdıq. Bir dənə də 0 ataq. 30-un içində 11 2 dəfə. Yenə 22. Yenə 8 qalır. 80-in içində 7 dəfə 77. Yenə 3 qalır. Baxın, yenə əvvələ qayıtdıq. Deməli uşaqlar, burada dövr eləyən 0,27-lərdir. 0,27-lər dövr elədiyinə görə deyirik ki, 11-də 3 nəyə bərabərdir? 0, 27 dövr edir. Yəni 0 dövrdə 27. Yəni bu sualın cavabı 0 dövrdə 27-dir. Yəni 74-də B variantı. Keçək uşaqlar 76-ya baxaq. 76-ya. 76-ya baxaq. 76-da biz dedik ki, harda qarışıq ədəd görsək düzgün olmayan kəsrə çevirməli. Uşaqlar, 4/2-də 1-i düzgün olmayan kəsrə çevirsə, 4-ü 2-yə vur 8, 1 gəl 9. Vuraq 9-da 8 qalır. Əslində buna oxşar sual yazmışıq. Bəli, yazmışıq. Uşaqlar, bu 76-cı sual əvvəlki sualların içində var idi. Heç bunun məncə demək ehtiyac yoxdur. 77-də əvvəlki sualların içində var. 78-də də sadə 3/4-ü düzgün olmayan kəsrə çevirirsən, ixtisar aparırsan. Bu da var. 79-da var, 80 də var. Gəlin növbəti suala baxaq. Uşaqlar, 81 də yenə var. Elə bilə 81-i yazaq. Bax, 81-də nə deyib? Bu düzgün kəsirdir. Düzgün kəsiri biz dedik ki, kəsir ifadəsi verildikdə düzgün olmayan kəsir verilirsə, bərabərlik kimi yazmaq lazım. Düzgün kəsirdə məxrəc sürətdən, yəni 7A üzərinə gəl 8-dən böyük olmalıdır. 8 sağa apar, 21-dən 8 çıx 13, 7A 7-yə böl 13 bölü 7, 7A-nı da 7-yə böl A. Deməli, A-nın qiyməti kiçikdir 13 bölü 7-dən, yəni kiçikdir 1/7-də 6-dan. A-nın qiyməti əgər uşaqlar 1/7-də 6-dan kiçik bərabərdirsə, kiçiksə, onda A-nın ala biləcək bir dənə qiymət var, o da 1-dir. Yəni Y variantı. Baxaq uşaqlar 82-ci suala. 82-yə. Görək 82-də bizdən nə istəyir? 82-ci sualda uşaqlar, bax bura bir deyib bizdən soruşur ki, ikinci qrupa bütün abituriyentlərin hansı hissəsi sənəd verdiyini tapın. Uşaqlar, ikincini bilmirik də neçə dərəcədir. İkinciyə bir x yazaq və bir birlik üçbucağın, daha doğrusu çevrənin içindəki bu 4 dənə bucağı toplasaq, çevrənin tam bucağı 360-dır. Yəni x üzərinə gəl 90 üzərinə gəl, 80 üzərinə gəl 100. Bu 4-ünü toplasaq 360-ı verir. 90, 80, 170, 100 də burada 270. Deməli, x üzərinə gəl 270, 360 isə x-in qiyməti olur uşaqlar neçə? 90 dərəcə.
X-in qiyməti 90 dərəcədir. Bizə də deyir ki, ikinci qrupa bütün abituriyentlərin hansı sənəd verir? Uşaqlar, ikinci qrupa 90 dərəcə, bütün abituriyentlərdə 360 dərəcədir. Yəni hamısı 360-dır. İkinci qrup 90 dərəcə, bütün abituriyentlər, yəni hamısı 360 dərəcə. Yəni 90 360-ın hansı hissəsidir deyək də 90-ı 360-ı sadəcə bölürük. 90-a böl 1, 90-a böl 4. Deməli, hansı hissəsi imiş? 4-də 1 hissəsi, yəni D variantı. Keçək 84-cü suala. 84-də. Görək 84-də nə istəyir? Uşaqlar, 84-ü yazmaq üçün birinci neyiniyərik? Əsas məsələ odur. 84-ü gəlin hissə yazaq uşaqlar. Hamısını birdən yazsa qarışacaq. Gəlin birinci bu sürəti tapaq. Biz bilirik ki, 84-də biz dedik ki, qarşı qədəri düzgün olmayan kəsrə çevirmək lazımdır. 2/4 3, 4, 2-ni 4-ə vur 8, 1 gəl 11. Bölək, 1/1-də 11 böl 10 deməkdir. Üzərinə gəl 3/1-də 3-də 10 deməkdir. İki kəsri bir-birlərinə böləndə birinci tərəf qalır. Vurağa çevirsə ikinci kəsri sürət məxrəc yerini dəyişir. 10 yuxarı 11 aşağı üstə gəl. 3-də 10. 11-lər gedir. Yerdə nə qalır? Qalır 4-də 10 üstə gəl. 3-də 10. Orta məxrəc 12 götürək. 12-ni 4-ə böl 3. 3-ü 10-a vursaq 30. 4-ü 10-a vursaq çarpaq şəklində 40. Bu da bizə verir 12-də 70. Bu uşaqlar kəsirin sürətidir. Gəlin bir dəfə də ayrıca məxrəci hesablayaq. 2/5-də 1 uşaqlar 5 böl 2 deməkdir. Çıx. 0/4 2 böl 5 deməkdir. Vuraq 3/3-də 1-də uşaqlar 3-də 10 deməkdir. 3-də 10. Burada uşaqlar 5-ə bölsək 1, 5-ə bölsək 2. Burada nə qalır? 2-də 5 çıxaq. 2-ni bu 2-yə vursaq 4-ü verəcək. Məxrəcdə 3-dür. 2 ilə orta məxrəc 6, 3-ü 5-ə vur 15, 2-ni 4-ə vur 8. Bu da oldu 6-da 7. Uşaqlar, deməli kəsirin sürətində 12-də 70-dir. Məxrəcdə isə 6-da 7-dir. Bunları biz bir-birlərinə bölsək, sürət qalır. Vurağa çevirsək bu 6 yuxarı çıxır, bu 7 aşağı düşür. 7-yə böl 1, 7-yə böl 10, 6-ya böl 1, 6-ya böl 2. 10 da 2-yə bölsək bizə verəcək 5-i. Deməli uşaqlar, bütövlükdə bu ifadənin qiyməti 5-ə bərabərdir. Və bizə də deyir ki, 5-i nəyə bölürük? 5-i 5-də 1-ə bölürük. Baxın, burada da 5-də 1-dir. 5-i də uşaqlar bu 5-də 1-ə bölsək, vurağa çevirsək birinci tərəf qalır, ikinci tərəfdə sürət məxrəc yerini dəyişir. 5 yuxarı 1 aşağı. 5 5-ə vur 25. Yəni bu sualın cavabı olur Y variantı. Deməli uşaqlar oldu 84-də Y variantı. Baxdıq növbət suala. Növbət sualı uşaqlar 85-dir. 85-dir. 85-də nə deyib? Bir fəhlə bir işi 1 saatı, digər işi həmin 6 saatı yerinə yetirir. Onunla birlikdə. Demək uşaqlar, bu tip sualları hesablamaq üçün, məsələləri yazmaq üçün hesablama 1 saata görə aparır. Məsələn, birinci fəhlə bir işi 8 saata görürsə, birinci fəhlə 1 saata işin 8-də 1 hissəsini görür. Digər isə həmin işi 6 saata görür. Yəni, ikinci fəhlə bir işi 6 saata görürsə, 1 saata işin 6-da 1 hissəsini görəcək. Bəs bizdə desək ki, birlikdə 1 saat hansı hissəsini görər? Birlikdə 1 saat hansı hissəsini görür deyirsə, 8-də 1 ilə 6-da 1-i toplayırıq. Gəlin toplayaq. 8-də 1-in üstə 6-da 1 gəlsək, orta məxrəc 24. 24 8-də böl 3, 3-ü 1-ə vur 3. 24-ü 6-ya böl 4, 4-ü 1-ə vur 4. Bu da bizə verir 24-də 7. Deməli, birlikdə 1 saata 24-də 7 hissəsini görür. Uşaqlar, birlikdə 1 saata 24-də 7 hissəsini görürsə, bəs birlikdə 3 saat hansı hissəsini görər? 3 saat hansı hissəsini görür deyilsə, x buna çarpaq şəklində, yəni bu ifadəni çarpaq şəklində vursaq, x-i 1-ə vur, x 3-ü də vururuq 24-də 7-yə. 1 saatı 24-də 7 hissəsini görür, 3 saatı isə 3-ü 24-də 7-yə vur, 8-də böl 1, 8-də böl, 3-ə böl 1, 3-ə böl 8. Deməli, uşaqlar, birlikdə 3 saata 8-də 7 hissəsini görür. Və bizə də deyir ki, işin hansı hissəsi görülməmiş qalır. İşin hamısı 8-də 8-dirsə, 8-də 7-sini görürsə, 8-də 1 hissəsi görülməmiş qalır. Cavab oldu uşaqlar 8-də 1. Yəni 85-də A variantı. Keçdik növbət suala. Baxdıq nəyə? 86-ya.
86-da nə deyir olar? Kəsirlərdən hansının sürətinə 21, məxrəcinə 35 əlavə etsə, kəsirin qiyməti dəyişməz. Bu tip suallar necə yazırıq? Özümüzdən bir dənə kəsir götürək. X böl Y. Bizim kəsirimiz budur. Deyir kəsirin sürətinə 21, yəni X-a 21, məxrəci isə 35 əlavə elədik. Yəni Y-ə 35 əlavə elədik. Və onun qiyməti dəyişmədi. Kəsirin qiyməti dəyişmirsə, olar yenə X böl Y-dir. İki kəsir bərabər olanda çarpaz şəklinə vursaq, Y vuraq, X üzərinə gəl 21 bərabərdir. Çarpaz şəklinə X-i vururuq, Y üzərinə gəl 35-i. Mötərizəni açıq, X, Y, 21-i Y-ə vur, 21Y. Burada oldu X, Y, X 35-ə vur, 35X. Burada şolar X, Y-lər gedir, yerdə qalır 21Y, 35X-i. Şolar bizim kəsirimiz X böl Y idi. Onda bu ifadəni X böl Y kimi yazsaq, baxın, çarpaz şəklinə vuranda 35X verirsə, deməli 35 aşağıdadır. Çarpaz şəklinə vuranda 21Y verirsə, deməli 21 yuxarıdadır. Kəsirimiz oldu X böl Y kəs. 35-də 21. Məxrəci 7-yə böl 5, sürəti 7-yə böl 3. Deməli bizim kəsirimiz 5-də 3 imiş. Yəni Y variantı. Keçək, inşallah 87-də bunun oxşarıdır. Gəlin baxaq 88-ə. 88-ə. 88-də görək bizdən nə istəyir? Əslində bu da oxşardır. İnşallah gəlin yazaq, heç nə olmaz. Biz nə dedik? Misalın içində qarşı qədət varsa, qarşı qədət düzgün olmayan kəsrə çevirir. Gəlin bunu çevirək. Deməli uşaqlar 7-dən 9-da 7, 7-də 9-u 7-yə vur 63, 5 gəl 68. Vuraq. Bu 7-ni 1-ə vur 7, 1 gəl 8. 4 tam 7-də 2, 7-ni 4-ə vur 28, 2 gəl 30. 1 tam 7-də 1, 7-ni 1-ə vur 7, 1 gəl 8. Uşaqlar, hər iki ifadə 7-8 olduğuna görə 7-də 8-i mötədə xaricinə çıxarsa qalacaq 7-də 68. Üstə gəl 7-də 30. Bu da bizə nəyi verəcək? 7-də 8 vuraq. Arada vuraq var uşaqlar. Vuraq. 7-də 68-dən 30-u toplasaq 98. Uşaqlar, 98 7-yə tam bölünür. 98-i 7-yə bölsək 14. Bunu 7-yə böl 1, 7-yə böl 2. 8-də 2-yə vursaq 16. Yəni bu sualın cavabı olur uşaqlar 16. Yəni B variantı. Baxdıq 89-cu suala. 89. Uşaqlar 89-da deyir ki, 89-da A böyükdür B-dən, B də böyükdür C-dən. Bizdən soruşur ki, 1 böl A, 1 böl B və 1 böl C-ni müqayisə edin. Uşaqlar, gəlin burada özümüzdən bir ədəd yazaq da B, C-yə. Baxın, A-nın yerinə 4, B-nin yerinə 3, C-nin yerinə 2 yazsaq, 2 yazsaq. Onda biz bunu kəsrə çevirsək, A-nın yerinə 4 yazdıq, oldu 4-də 1. B-nin yerinə 3 yazdıq, 1 bölü. C-nin yerinə 2 yazdıq, 1 bölü 2. Uşaqlar, sürəti eyni olan kəsirlərin məxrəci kiçik olan böyük olur. Məxrəci böyük olanda kiçik olur. Deməli, 1 böl C böyükdür 1 böl B-dən, o da böyükdür 1 böl A-dan. 1 böl C böyükdür 1 böl B-dən, o da böyükdür 1 böl A-dan. Yəni C variantı. 89-da cavab oldu C variantı. Uşaqlar, 90, bayaq 80 yazdıq, 89-un oxşarıdır. Gəlin baxaq 91-ə. 91-də görək bizdən nə istəyir? 91-də deyir ki, 0,54 ədədinin, yəni 0,54-ün hansı hissəsi 27-də 1 hissəsi. Biz demişdik ki, hissə vurmadır. Yəni 0,54-ün 27-də 1 hissəsi deyirsə, 0,54-ü vururuq 27-də 1-ə. Və üzərinə nə əlavə edirik? 2,98 əlavə etsək, hansı ədəd alınır? Yəni bu ifadəni hesablayın. Uşaqlar, 0,54 54 bölək 100 deməkdir. Vuraq 27-də 1-ə. Bu uşaqlar 27-yə böl 1, bunu 27-yə böl 2 qalır. Yerdə qalır 2,98. Demək, uşaqlar sürətdə 2 qalır, məxrəcdə 100. Üzərinə gəlir 2,98. 2-ni 100-ə böləndə uşaqlar 2 vergül sola gedir. 1, 2. 2 vergül sola gedir. Yəni 2-ni 2 vergül sola aparsaq 1, 1-də 2. Olur 0-dan %2. 0 %2. Üzərinə gəl 2 %98. Bunu da altala toplasaq 2 %98-in üzərinə 0 %2 gəlsək 0 yazırıq 1 yazdı 9 1 yazdı 10 0 yazırıq 1 yazdı 2 1 yazdı 3 vergül. 3-dən sonra istədiyimiz qədər 0 artıra bilərik. 0 silsək cavab olacaq 3. Yəni bu sualın cavabı oldu olur 3. Yəni Y variantı. Keçdik 90. 2 oxşardır. 93-ə baxaq.
Uşaqlar 93-cü sualı əslində oxşar yazmışıq. Burada sadəcə nə edəcəyik? Baxırıq ki, məxrəcləri 2, 8, 4, 4, 16-dır. Gəlin məxrəcin hamısını 16-ya gətirək. Uşaqlar 2-də 1-i, 2-də 1-i, deməli 93-cü sualdır. 2-də 1-i məxrəci 16-ya gətirsək, sürət məxrəci 8-ə vuraq. 2-ni 8-ə vur 16, 8-i 1-ə vur 8. 8-də 5-i məxrəci 16-ya gətirsək, 2-yə vur 16, 2-yə vur 10. 4-də 3-ü məxrəci 16-ya gətirsək, 4-ə vur 16, sürəti 4-ə vur 12. 4-də 1-i məxrəci 16-ya gətirsək, sürət məxrəci 4-ə vur. Məxrəci 4-ə vur 16, sürət 4-ə vur 4 və 16-da 1-i də elə 16-da 1-dir. Uşaqlar, məxrəci eyni olan kəsirin sürəti böyük olan böyükdür. Baxırıq ki, ən böyüyü 16-da 12-dir, yəni 4-də 3. Bu ən böyüyüdür. Sürəti eyni olan kəsirlərin məxrəci kiçik olan kiçikdir. Elə ən kiçiyi də 16-da 1-dir. Ən kiçiyi də 16-da 1-dir. Bizdən nəyi soruşur? Ən böyük ilə ən kiçiyinin hasilinin 16 mislini tapın. Deməli uşaqlar, ən böyüyü 16-da 12-dir, yəni 4-də 3-dür. Ən kiçiyi də elə 16-da 1-dir. Deyir, ən böyük ilə ən kiçiyin hasilinin 16 misli dediyinə görə bunu nəyə vururuq? 16-ya. Ən böyük ilə, burada uşaqlar, mən səhv qeyd elədim. Burada 16-da 1 yox, 16-da 11-dir. Ona görə cavab səhv alınır. Deməli, ən böyüyü 16-da 12-dir. Ən kiçik isə 16-da 4-dür. Baxın, yəni 4-də 1-dir. Bu da ən kiçikdir. Deməli, ən böyük ilə ən kiçiyin hasili, yəni 4-də 3 ilə 4-də 1-in hasilinin 16 misli dediyinə görə bu hasili 16-ya vuruq. 4, 4-ə vur 16, bu 16 gedir. Yerdə bir dənə nə qalır? 3 qalır. Yəni bu sualda cavab olur 3. 93-də A variantı. Keçək uşaqlar nəyə? 94-ə baxaq. 94. 94-də gəlin neyniyək? Gəlin belə eləyək uşaqlar bunu. Məxrəclərə fikir verin. 64, 32, 32, 16. Gəlin hamısını məxrədə 64-ə gətirək. Bu birinci qalsın. 64-də 19. Çıx. Bunun məxrədə 64-ə gətirsək, sürət məxrədi 2-yə vuraq. 32-ni də 2-yə vuraq, 7-ni də 2-yə vuraq. 32-ni 2-yə vur 64, 7-ni 2-yə vur 14. Gəlin iki mötərizə yazmayaq uşaqlar. Mötərizə heç ehtiyac yoxdur. Və iki mötərizənin arasındakı hesablama toplamadır. Bax bu kəsirə baxaq. 32-də 5-in məxrəci 64 eləmək üçün sürət məxrəci 2-yə vur 64, sürəti 2-yə vur 10. 2-də 16-da 1-i sürət məxrəci 64 eləmək üçün 4-ə vuraq 64-də 4. Gəlin görək nə alınır. Uşaqlar, gəlin bundan bunu çıxaq. 6-dan 5 çıxanda 1 tam 64 qalır. Sürətlər də çıxsaq 5. Buna bunu toplasaq 3 ilə 2-ni topla 5 tam 64 qalır. 10 ilə 4 topla 14. Bu da bizə verəcək 6 tam 64-də 19. Cavab olur 6 tam 64-də 19. Yəni Y variantı. 94-də uşaqlar cavab oldu Y variantı. 95-də bir maşınla qumun 8-də 8 saatda, digər 9 saat aşma olur. İkisi birlikdə 4 saat. Uşaqlar buna oxşar sual işləmişik də. Bu tip suallarda 1 saata görə hesablama aparırıq. Gəlin 1-ni yazaq. 95-də. Məsələn, bir maşınla 8 saata daşınırsa, 1 saata hesablama 1 saata görə gedir. 1 saata 8-də 1-ni. İkinci maşınla 9 saata daşınırsa, 1 saata 9-da 1-ni. 9-da 1-ni. Birlikdə 1 saat dedikdə, 8-də 1 ilə 9-da 1-i toplasaq eləyəcək 72-də 17. 1 saata 72-də 17 səs daşınırsa 4 saat dediyinə görə birlikdə 72-də 17-ni vuraq 4-ə. 4-ə böl 1, 4-ə böl 18-i. Deməli 18-də 17 səsi daşınır. 4 saata işləsələr qumun hansı səs daşınmamış qalır? 4 saata 18-də 17 səs daşınırsa 18-də biri daşınmamış qalır. Yəni D variantı. 95-də uşaqlar cavab oldu D variantı. 95 6 da bunun oxşarıdır. Gəlin 97-yə baxaq. 97-yə. 97-də nə deyir? Deyir birinci boru ilə uşaqlar. 97-yə baxaq. Deyir birinci boru ilə hovuzu 5 saatda, ikinci 4 saatda olur. Aha. Uşaqlar 97-də deyir birinci boru boş hovuzu 5 saatda doldur. Gəlin bir dənə boru çəkək. Deməli bu olsun bizim birinci borumuz. Bu da olsun, bu biraz artıq yazdım. Bu da olsun bizim ikinci borumuz. İkinci boru. Deyir birinci boru bir hovuzu 5 saata doldurur. Digər isə 5 saata
Biri 5 saata, ikincisi də 4 saata doldurur. Deməli bu da ikincisi də doldurur 4 saata. Uşaqlar bu cür hesablamada 1 saata görə hesablayırıq. Birinci boru 5 saata doldurursa 1 saata hovuzun 5də 1 hissəsini doldurur. İkinci boru bir hovuzu 4 saata doldurursa yenə 1 saata 4də 1-ni doldurur. Bəs birlikdə 1 saata hansı hissəsini doldurur deyirsə, birlikdə 1 saata 4də 1 ilə 5də 1-i toplayırıq. Gəlin toplayaq. 5də 1 ilə 4də 1-i toplasaq, orta məxrəc 20, 4-ü 1-ə vur 4, 5-i 1-ə vur çarpar şəklində 5, 20-də 9 hissəsini doldurar. Deməli, uşaqlar, birlikdə 1 saata 20-də 9 hissəsini doldurursa, bizdən nəyi soruşur? Boş hovuzu neçə saata doldurar? Yəni, hovuzun hamısını. Hovuzun hamısı isə uşaqlar 20-də 20-dir. 20-də 20 hissəsini neçə saata doldurur? X. Çarpar şəklində vursaq, uşaqlar, çarpar şəklində 20-də 9-u 1-ə vuraq, 20-də 9 və 20-də 20-nin özü də 1 deməkdir. 1-i də bu 1-ə vursaq, elə bizə 1 verəcək. X da nəyə bərabərdir? 20-də 9-u 1-ə vuranda 1 verirsə, 1-i də nəyə bölürük? 9-da 20-yə. 20 yuxarı çıxır, 9 aşağı düşür. Cavab olacaq 20-də 9 və yaxud da 2,9-da 2. Deməli, birlikdə hovuzun hamısını 2,9-da 2 saata doldurur. 2,9-da 2 də şola C variantıdır. 97-də C variantı. Keçək 98-də baxaq. 98-də görək bizdən nə istəyir? 98-də görək bizdən nə istəyir? Deməli, uşaqlar, 98-ci sualda 98-də deyir, hansı bərabərlik doğrudur? Uşaqlar, hansı bərabərin doğru olduğunu bilmək üçün deməli, burada verilən dövrləri 98-də deməli, burada verilən dövrləri gəlin kəsrə çevirək. Məsələn, A variantında görək doğrudurmu? 0-dan dövrdə 3 nə deməkdir? Bu əslində 9-da 3-dür. 4-də 3 deyir. Ona görə A variantı səhvdir. B variantına baxaq. 0,58 dövrdə 3 görək nə deməkdir? Mötədən 2 qədər 9 məxrəcdə. Vergü ilə mötədən arasındakı rəqəm qədər 0, yəni 2 dənə 0. Sürətdə bütöv ədədimiz 583. Buradan çıxırıq, ortadakı 58-dir. Bu da bizə verəcək 900-də. 83-dən 58 çıxanda bizə 25-i verir, yəni 525. 5-ə böl 1800. Sürəti 5-ə böləndə 105-i verəcək. Gəlin bir dənə 5-ə bölək. Bir dənə də 5-ə bölsək 21. Məxrəci 5-ə bölsək 360. Haradasa bu da biraz uyğun gələn görə səhv hesablamadık ki. 525 doğrudur. 900 bu da doğrudur. 5-ə böldük. Uşaqlar, məxrəci 5-ə böləndə 180-i verir. 180-i verir, səhv yazdıq. Sürəti 100-ə böləndə 105. 900-ü 5-ə böləndə 180. 180. Deməli, burada oldu 180-də 105. Məxrəci 5-ə böl 36. Sürəti 5-ə böl 21. 36-da 21. Varmı 36, 21? 3-ə böl 3-ə böl. Hə, bu da uşaqlar 3-ə bölünür. 21-i 3-ə böl 7. 36-yı 3-ə böl 12. Bəli, 12-də 7-ni verirsə elə doğru cavab B variantıdır. Uşaqlar, 98-də cavab oldu B, Bakının B-sı və 99 oxşar sual yazmışıq. Məxrəci 32, 16, 64, 32 hamısını məxrəci 64-ə gətiririk. Bunu oxşar sual demişik. Keçək növbəti suala. Gəlin uşaqlar, 100-ə baxaq. 100-ə. Bax, burada 1,4-də 1 deyir uşaqlar. 1,4-də 1 nə deməkdir? 4-də 5. Düzgün olmayan kəsrə çevirdik. Kvadratı. Bunu da vururuq 15-də 4-ə. Üzərinə 3-də 1 gəldik. Uşaqlar, 4-də 5-in kvadratı 16-da 25-dir. Vurduq 15-də 4-ə. Üzərinə gəldik 3-də 1. Bunu 5-ə böldük 3. 5-ə böldük 5. Bunu 4-ə böldük 1. Bunu 4-ə böldük 4. Sürətdə 5 vur 1 qalır. Yəni 5. Məxrəcdə 4 vur 3 qalır 12. Bunun üzərinə 3-də 1 gəlsə, uşaqlar 3-də 1 sürət məxrəci 4-ə vuraq. Yəni məxrəci 12-yə gətirək. 3-ü 4-ə vur 12. 1-i 4-ə vur 4. Cavab oldu 12-də 9. Yəni 3-ə böl 3. 3-ə böl 4. Bu sualın cavabı oldu 4-də 3. Yəni 100-də C variantı. Keçək növbəti suala baxaq. 101-ə. 101-də uşaqlar nəyə fikir verəcəyik? 101-də. Deməli, 101-ci sualda 101-də. Baxın, bu 1 uşaqlar.
2-də 2 deməkdir. 2-də 2-nin üzərinə 2-də 1 gəlsək, 2-də 3-ü verəcək. Məxrəcə baxın. Bu 1 nə deməkdir? 1 2-də 2 deməkdir. 2-də 2-dən 2-də 1 çıxanda bizə 2-də 1 verəcək. Məxrəc 2-də 1-dir. Vuraq. 1-in üzərinə 4-də 1 gəlir. Yəni 4-də 4-ün üzərinə 4-də 1 gələndə 4-də 5. 1-dən, yəni 4-də 4-dən 4-də 1 çıxanda 4-də 3. Vuraq. Opsiyona baxaq. 1-in, yəni 5-də 5-in üzərinə 5-də 1 gəlir, 5-də 6. Məxrəcdə isə 5-də 4-dür. İnşallah burada bu 2'lər gedir. Burada 3 qalır. Burada vuraq. Bu 5 qalır. 4 burada. Bu 4 yuxarı çıxır. Bu 3 aşağı düşür. Vuraq. Bu 6'da 5'dir. Bu 5 yenə yuxarı çıxır. Burada 4 aşağı düşür. 4 aşağı. Burada da 2 yuxarı çıxan uşaqlar. 2 arasında ixtisarı gedir. Deməli bu 5'lər getdi. Bu 4'lər getdi. Burada bu 3'lər də gedir. Sürətdə qalır 30. Məxrəcdə qalır 4. Yəni 2'ye böl 15, məxrəci 2'ye böl 2, yəni 7 tam 2'də 1. Cavab oldu uşaqlar 7 tam 2'də 1, yəni C variantı. 102 oxşar sual əvvəlki sualların içində demişik, 103 də oxşar sual demişik. 104 də uşaqlar çətin deyil, rahat sualdır, gəlin yazaq 104-ü. 104-ə gəlin baxaq. 104-də nə deyir? 104-cü sualda deyir, artma sırasını deyir yazın. Uşaqlar bu 1 tam %42'dir. Gəlin altala yazaq. Bu 1 tam 4'də 3'dür. 1 tam 4'də 3 nə deməkdir? 1 tam 3'ü 4'ə böləndə 75'i verir. Sonra 1 tam dövrdə 4 nə deməkdir? 1 tam dövrdə 4, 1, 4, 4, istədiyimiz qədər 4'ləri artıra bilərik. Və 1 də 1 tam 5'də 2. 1 tam 5'də 2 də şu olar, elə 1 onda 4'dür. Deməli bu 1 tam elə %42'dir. Altdan xətt edin. Baxırıq ki, ən böyüyü bizdən nəyə soruşur? Artma sırası. Artma sırası nə demək uşaqlar? Kiçikdən böyüyə doğru yazırıq. İndi bu ədədlərdən ən kiçik 1 tam və aşağıda 1,4'ün arxasına 0 artıra bilərik. Ədəd dəyişmir. Baxırıq ki, ən kiçiyi 1 tam %40'dır. Yəni 1 tam 5'də 2'dir. Bundan sonra böyük olan 1 tam %42'dir. 1 tam %42'dir. Sonra 1 tam %42'den sonra böyük olan 1 tam %44'dür. Yəni 1 tam dövrdə 4'dür. Və ən böyüyü də 1 tam 4'də 3'dür. Yəni 1 tam %75'dir. Söz olar. Kiçikdən böyüyə doğru düzlük oldu belə. 1 tam 5'də 2, 1 tam 42, 1 tam 4'də 4, 1 tam 4'də 3 D variantı. 104'də şola cavab oldu D variantı. Gəlin bir dənə 105'ə baxaq. 105. Görək 105'də bizdən nə istəyir? Şola 105'in sualda bax nəyə fikir veririk? Dairənin içinin hamısını toplasaq, 11'də 11'i verməlidir. Hamısı 11'də 11'dir. Burada 11'də 1, üzərinə 11'də 2 gəl, 11'də 3, 11'də 3 gəl, 11'də 6, 11'də 6'ın üzərinə 11'də 3 gəl, 11'də 9. Şolar 11'də 9'un üzərinə nə gəlsək, yəni 5-cini. 5-ci də bilmirik də nədir? X-dır. Hamısını toplayanda 11'də 11'i verir. Bu 4 dənəsini topladıq, 11'də 9'u verdi. Üzərinə də bu 5-ci günü X-i gəlsək, bizə hamısı 11'də 11'i verəcək. Deməli X-in yerində 11'də 2'dir. Baxın şu olur. 5-ci gün hissəmiz nə qədər oldu? 11'də 2. Bu 5-ci günün hissəsini bildik. Şərtdə bu tip suallarda bir dənə ümumi malların hamısını ifadə edən bir dənə hərf götürürük. Ümumi malların sayı X olsun. Nə deyir? 4-cü gün 18 ədəd elektronik əşyalar satılıb. Uşaqlar 4-cü gün 11'də 3 hissəsi qədər satılıb. Yəni ümumi əşyaların hamısını 4-cü gün satılan hissəyə, yəni 11'də 3'ə vursaq, elə 4-cü gün satılan elektronik əşyanın sayını verir. Yəni 18'də. Görün başa düşdünüz uşaqlar. Deməli ümumi malların hamısını 11'də 3'ə 4-cü gün satılan hissəyə vursaq, bizə 4-cü gün satılan əşyanın miqdarını bilir. Yəni 18'i verir. 3'ə böldük 1, 3'ə böldük 6. X də bərabərdir 6 vur 11'ə. Yəni ümumi məhsulların hamısı uşaqlar 66'dır. Ümumi məhsulların hamısı 66'dır və bizə də nəyi soruşur? 5-ci gün satılan elektronik əşyaların miqdarı nə qədər? Uşaqlar 5-ci gün ümumi əşyaların hamısının nə qədər hissəsi satılmışdı? 11'də 2 hissəsi. Ümumi satılan əşyaların hamısını 5-ci gün satılan hissəyə, yəni 11'də 2'yə vursaq, elə 5-ci gün satılan məhsul miqdarını verəcək. 11'ə böl 1, 11'ə böl 6, 6'nı 2'yə vur 12. Deməli 5-ci gün 12 dənə əşya satılıb uşaqlar. 105'də cavab olur 12.
105-də cavab oldu 12. Keçək növbəti suala. Uşaqlar, gəlin 106-ya baxaq. 106-da nə deyir? 106-da deyir ki, 106-da qatar 2 stansiya arasındakı məsafənin 15-də 7 hissəsini getdi. Və yolun ortasına çatmaq üçün daha 3 kilometr getməlidir. Uşaqlar, yolun məxrəc 15-dirsə, 15-də 7 hissəsinə gedibsə, 15-in uşaqlar yarısı 15-i 2-yə bölsə 7.5-i verir. Yəni yolun ortasına çatmaq üçün 15-də 7.5-ə qədər getməlidir. Amma 15-də 7.5 kəsir yoxdur axı. Ona görə nə edək? Bu kəsirin, yəni 15-də 7-nin sürət məxrəcini 2-yə vuraq. Məxrəci 2-yə vur 30, sürəti 2-yə vur 14. Belə təsəvvür edin. Eyni ədəddə 15-də 7, 15-də 30. 15-də 7, 30-da 14 eyni bərabər ədədlərdir. Deyir, təsəvvür edin ki, qatar 2 stansiya arasındakı məsafənin 30-da 14-ünü gedib. Və yolun ortasına çatmaq üçün daha 30-da bir qədər getməlidir ki, 30-da 14-ün üzərinə 30-da 1 gələndə 30-da 15-i versin. Yəni yolun tən ortası eləsin. Deməli, yolun ortasına getmək üçün hansı hissə qədər getməlidir? 30-da 1 qədər getməlidir. Deməli, yolun ortasına çatmaq üçün hissə olaraq nə qədər getməlidir? 30-da 1 hissə qədər getməlidir. Və yaxud da məsafə olaraq yolun ortasına çatmaq üçün nə qədər getməlidir? 3 kilometr getməlidir. Yəni bu tip suallarda bir dənə yolun ümumi yolun hamısını göstərən bir x ədədi olur. Yolun uşaqlar hamısı x-dırsa, deməli ümumi yolun hamısını 30-da 1 hissəyə, yəni yolun ortasına getmək üçün gedilən hissəyə 30-da 1 hissəyə vursaq, bizə yolun ortasına qədər gedilən məsafəni, yəni 3 kilometr verirsə, x-in qiyməti nəyə bərabər? 3-ü vururuq çarpar şəklində 30-da, bizə 90 kilometr verəcək. Və stansiyalar arasındakı məsafə, yəni yolun hamısı 90 kilometrdir. 106-da uşaqlar cavab oldu 90. Keçək növbəti suala baxaq. Baxdıq uşaqlar 107-yə. Görək 107-də bizdən nə istəyir? Deməli 107-nin sualda deyir ki, 6 tam dövrdə A bərabərdir 3-də 19-da. Gəlin niyə? Bunu belə yazaq. 6 tam 9-da A. Yəni saf dövrü kəsrə çevirdik. Bu da uşaqlar, bunu da düzgün olmayan kəsrə çevirsək, 9-un içində 3 6 dəfə keçəcək, 1 qalacaq. Gəlin buna belə baxaq da, sol tərəf qalsın, sağ tərəfdə bunun məxrəci 9-a gətirmək üçün nəyə vuraq? 3-ə vuraq. 3-ə vur 9, 1-3-ə vur 3. Deməli uşaqlar, 6 tam 9-da A. Əgər 6 tam 9-da 3-ə bərabərdirsə, deməli elə A-nın yerində nəymiş? A-nın yerində 3 imiş. Və bizdən soruş A-nın qiymətini tapın. Cavab olur uşaqlar 3. Keçdik 109-cu suala. 109-da. 109-da əvvəl uşaqlar mötərizənin içini birinci həll eləyək. Mötərizənin içini 109-da. Uşaqlar, burada nə edək? Bax, 7.5-i bildik. Bölək. 3 tam 4-də 3. 4-də 4-ü çavur 12. 3 gələndə 15-i verir. Biz dedik ki, kəsiri hesablamada qarışıq ədədi hər zaman düzgün olmayan kəsirə çevirməliyik. Bəs bunun kvadratı nəyi verir? 2-nin kvadratı 4, 3-ün kvadratı 9. Bu da bizə nəyi verəcək? 7.5 15 bölü 2-dir. Bölək. 4-də 15-dən 4-də 9 çıxanda 4-də 6 qalır. 2 kəsir də bir-birlərinə böləndə birinci tərəf qalır. Vurağa çevirəcəyik. Vurağa çevirəndə 4 yuxarı 6 aşağı. Uşaqlar 15-i 3-ə böl 5. 6-yı 3-ə böl 2. Yuxarıda qalır 5 vuraq 4. Aşağıda qalır 2 vuraq 2. Yəni 4. Bu 4-lər də gedir. Cavab olur 5. Yəni bu ifadənin qiymətini soruşur. Qiyməti olacaq 5. 109-da cavab 5-dir. Gəlin 110-a baxaq. 110-da görək bizdən nə istəyir. Uşaqlar 110 tipli suallarda hər zaman məxrəci eyniləşdirməliyik. Məsələn, baxırıq ki 5-dir, 45-dir, 9-dur. Məxrəci 45-ə gətirmək üçün 5-də 1-in sürət məxrəcini 9-a vuraq. 5-i 9-a vur 45, 9-u 1-ə vur 9. Burada olur 45-də A. Burada da uşaqlar 9-da 4-ü məxrəci 45-ə getmək üçün 5-ə vuraq. 9-u 5-ə vur 45, 4-ü 5-ə vur 20. Deməli A-nın yerində uşaqlar, daha doğrusu A-nın yerində məxrəclər eynidirsə sürətlər olduğu kimi qalır. A-nın yerində 9-dan 20-yə kimi ədədlərdir. Deyir A-nın neçə natural qiymətini ödəyir? Deməli uşaqlar, burada 10 var, 11 var, 12 var, 13 var, 14 var, 19-a kimi. 11-dən 19-a kimi 9 dənə ədədimiz var. Və bir dənə də bu 10-u götürsək, bir dənə də bir ədəddə 10 götürsək 10 dənə ədədimiz olur.
10 dənə ədəd olur. Yəni burada cavab olacaq 10. 110-da uşaqlar cavab 10-dur. Gəlin keçək 111-ə baxaq. 111. Görək 111-də bizdən nə istəyir? Demək uşaqlar 111-ci sualda gəlin birinci nə edək? İfadənin özünü hesablayaq. Məsələn 0-dan 4-də 2 nə deməkdir? 9-da 2. 0-dan 4-də 3, kəsrə çevirsək 9-da 3, 0-dan 4-də 4, 9-da 4-dür. Bunu deyir x-a vur, y-ə bərabərdir və orta məxrəc 9-dur. Sürətləri toplasaq 9-da 9 eləyir. X bərabər y-ə, 9 9-a vuranda 1-i verir, 1-i də x-a vuranda x-i verir. Deməli x-in qiyməti uşaqlar y-ə bərabərdir. İndi gəlin buna belə baxaq. X-in qiyməti y-ə bərabərsə bizdən soruşur ki, x üzərinə gəl 3y, 3y bölək x-i tap. Aparıb bu x-in yerinə y yazsaq, y üzərinə gəl 3y və bu x-in də yerinə y yazsaq, sürətdə olacaq 4y, məxrəcdə 1y. Y-lər gedir, cavab olur 4. Yəni 111-də cavab 4-dür. 4-dür. Keçək uşaqlar növbəti suala, yəni 112-yə. 112-də görək bizdən nə istəyir? Demək uşaqlar 112-də deyir ki, 112-də. Əvvəl gəlin belə eləyək də, bu ədədləri dövrü kəsrə çevirək. 0-dan 4-də 6, deməli A-nın qiyməti 9-da 6-dır. Yəni 3-ə böl 2, 3-ə böl 3. A-nın qiyməti budur. B-nin qiyməti isə 0-dan 4-də 3-dür. Yəni 9-da 3-dür. 3-ə böl 1, 3-ə böl 3. Demək B-nin qiyməti də budur. Demək uşaqlar A-mız 3-də 2, B-miz isə 3-də 1-dir. Bizdən nəyi soruşur tap? 2 üzərinə gəl A bölək. 2-də 1 çıx B-yə. Napap A-nın yerinə 3 yazsaq olacaq 2 üzərinə gəl. A-nın yerinə 3-də 2 yazırıq. 2-də 1 çıx B-nin də yerinə 3-də 1 yazırıq. Uşaqlar bu 2-nin məxrəci 1-dir. Orta məxrəc 3 götürsək 3. Çarpar şəklində 2-ni 3-ə vur 6, 2-ni 1-ə vur 2. Burada da orta məxrəc 6 götürsək, çarpar şəklində 3-ü 1-ə vur 3, 2-ni 1-ə vur 2. Deməli burada nə oldu? Burada oldu 3-də 8 bölək 6-da 1. Və 2 kəsirdə bir-birlərinə böləndə vurağa çevirəndə sağ tərəfdə sürət məxrəc yerini dəyişir. 6 yuxarı 1 aşağı, 3-ə böl 1, 3-ə böl 2. Və 8-də 2-yə vursaq bizə verəcək 16. 112-də uşaqlar cavab 16-dır. 112-də cavab 16 varmı görək? 112-də daha doğrusu açıq sualdır. 112-də cavab 16. Bəli. Keçmiş olar növbət suala. 114-də. Görək 114-də bizdən nə istəyir? Uşaqlar 114-cü sualda nə deyir? Deyir məxrəci 30 olan 5-də 1 və 3-də 1. 5-də 1 və 3-də 1. Bu aralıqda yerləşən adi kəsirlərin sürətlərinin cəmini tapın. Əvvəla nə edərik? Bu ifadənin məxrəcini 30-a gətirərik. Məsələn, 5-i 30-a getmək üçün sürət məxrəci 6-ya vuraq. 5-i 6-ya vur 30, 1-i 6-ya vur 6. Məxrəci 30 eləmək üçün 10-a vuraq. 3-i 10-a vur 30, 1-i 10-a vur 10. Demək uşaqlar 30-da 6-dan 30-da 10-a qədər bu aralıqda yerləşən adi kəsirlərin, bu aralıqda daha doğrusu bu aralıqda yerləşən adi kəsirlər aralığı, yəni bunun özünü nəzərə almırıq. Aralıqda yerləşən adi kəsirlər 3-də 7, 30-da 7, 30-da 8 və 30-da 9-dur. Və bu aralıqda yerləşən kəsirlər budur. Bizdən soruşur ki, həmin kəsirlərin sürətlərinin cəmi. Yəni sürətləri 7, 8, 9-sa 7, 8, 9-un cəmini hesablayırıq. Cavab olacaq 24. Yəni bu sualın cavabı oldu uşaqlar 24. 114-də cavab 24-dür. Daha doğrusu 117 də bunun elə oxşarıdır. Eyni bu tipli sualdır. Gəlin 115-ə baxaq. 115 suallar rahat sualdır. Niyə? Deyir ən böyük rəqəmli ədəd. Uşaqlar ən böyük rəqəmli ədəd 99-dur. Deyir ən böyük rəqəmli ədədlə məxrəci 33 olan ən böyük düzgün kəsir. Məxrəci 33 olan ən böyük düzgün kəsir 33-də 32-dir. İndi ifadəyə baxaq. Ən böyük rəqəmli ədədlə, yəni 99-la məxrəci 33 olan ən böyük düzgün kəsir 33-də 32 kəsirinin hasilini tap. Onda bunları bir-birinə vursaq 33-ə böl 1, 33-ə böl 3. 3-ü də 32-yə vursaq cavab olacaq burada 96. Yəni bu sualın cavabı olur uşaqlar 96. 115-də cavab 96-dır. Gəlin 116-ya baxaq. 116-ya baxaq uşaqlar. 116-da nə deyir? 116 deyir ki, qablaşdırılmış malın qiyməti 85 manat. Uşaqlar, qablaşdırılmış mal nə deməkdir? Bu məsələn, təsəvvür eləyək ki, bir konservadır, satılır. Konserva satılanda
burada qiymət olaraq biz nəyi hesablayırıq? Burada bir qabın qiyməti olur. Qabın qiyməti. Və bir də içində həmin o konservanın, yəni məhsulun qiyməti olur. Yəni məhsulun qiyməti olur. Və ikisini birlikdə toplasaq, qablaşdırılmış malın qiyməti olur. Gəlin belə eləyək. X olsun qabın qiyməti. Qabın qiyməti. Y də olsun qabın içindəki məhsulun qiyməti. Və qablaşdırılmış mal deyəndə ikisinin birlikdə cəmi bizə 85 manat verir. Bunu bildik. Qabın qiyməti, yəni X malın qiymətinin, mal deyəndə məhsulu nəzərdə tutur. Məhsul yəni mal deməkdir. Deyir qabın qiyməti X, qabın qiyməti X. Malın qiymətinin, yəni Y-in 15'te 2 hissəsidir. Yəni malın qiymətini, yəni Y-i 15'te 2'yə vursaq, qabın qiymətini verir. Onda Y-in məxrəci 1-dir. Y yuxarı çıxır. 2Y 15'i 1'ə vur 15. Deməli olar X-in qiyməti nədir? 2Y bölək 15'ə. İndi nə edək? Gəl aparaq. Buradakı bu X-in yerinə 15'te 2Y yazaq. Olacaq 2Y böl 15. Üzərinə gəl Y bərabər 85'ə. Y-in məxrəci 1'dir. Orta məxrəc 15 götürsək, çarpaq şəklinə vur 2Y üzərinə gəl. 15Y vur 15Y bərabər 85'ə. Bunun məxrəci 1'dir. 2Y ilə 15Y topla 17Y. Çarpaq şəklinə 1'ə vur 17Y. Bu da bərabərdir. 15 ilə 85 bir-birinə vur. 15 vur 85. 17'yə böl 1, 17'yə böl 5. Y-də nəyə bərabərdir? 15 vuraq 5'ə. Yəni 75. Yəni uşaqlar, Y-in qiyməti oldu 75. Yəni məhsulun qiyməti 75 manatdır. Y 75'dirsə, onun da üzərinə 75 gələndə 85'i verir də. Deməli 10 manat da qabın qiymətidir. 10 manat qabın qiyməti, 75 manat məhsulun qiyməti. Bizdən nəyə soruşduq? Malın qiyməti neçə manatdır? Yəni məhsulun qiyməti. Məhsulun qiyməti, yəni malın qiyməti 75 manatdır. 116'da cavab 75. Gəlin uşaqlar, 118 oxşardır. 118 oxşar sual işləmişik. Və 119'a da oxşar sual işləmişik. İfadəsini yazacağım. Hə uşaqlar, dedik ki 119. Əvvəlki sualların içində var idi. Sadəcə 119'da ifadəni yazacağım. Hesablamanı özünüz eləyəsiniz. Yəni ədədimiz bilmirik nədir. Ədədimiz X-dir. Uşaqlar, X ədədinin 4'də 1 hissəsi, yəni X-i 4'də 1'ə vursaq 4'də 1 X. Bir də X ədədinin 9'da 4 hissəsi, yəni X-i 9'da 4'ə vursaq 9'da 4x. Bunları toplasaq bizə cəmi verir 25. Baxın bu ifadəni hesablayasınız. Keçək növbəti suala. Baxaq nəyə? 120'yə. Uşaqlar 120'də nə deyir? 120'də deyir ki 36 çıx n kvadratı bölək n kvadratına. Deyir bu ifadənin qiyməti tam ədəd edən natural n'lərin cəmi. Deməli natural n'lərin cəmi. Deməli n'in qiyməti naturaldır və natural n'lərin cəmini tapın. İnşallah bu cür ifadələrdə hər tərəfli n məxrəcə bölməliyik. Yəni 36'ın da n kvadratına bölməliyik və n kvadratını da n kvadratına bölməliyik. Bu da bizə verəcək 36 bölək n kvadratı çıxaq eyni ifadəni bir-birinə böləndə 1'i verir. Deməli bu ifadənin tam ədəd olması üçün inşallah 1 tam ədəddir. Deməli bu da tam ədəd olmalıdır ki tamdan tam çıxanı tamı versin. Gəlin natural n'ləri tapaq. Uşaqlar n'in yerinə nə yazsaq kvadratı 36'ya bölünür. Məsələn n'in yerinə 1 yazsaq 1'in kvadratı 1 36'ya tam bölünür, alınır. N'in yerinə 2 yazsaq 36 2'nin kvadratı 4'ə tam bölünür. Tamdan 1 çıxanı tamı verir. N'in yerinə 3 yazsaq 36 3'ün kvadratı 9'a tam bölünür. 4 yazsaq alınmır. 5 yazsaq alınmır. Bir də 6 yazsaq 36 6'nın kvadratı 36'ya tam bölünür. Deməli n'in ala biləcəyi qiymətlər 1, 2, 3 və 6'dır. Natural n'lərin cəmini deyil, 1, 2, 3, 6'nı da toplasaq bizə verəcək 12'ni. Yəni 120'də cavab olur uşaqlar 12. Keçək növbəti suala 122'yə. 122'yə. Görək 122'də bizdən nə istəyir? 121 oxşardır. Uşaqlar 122'dən iniyə baxın. 122'ci sualda gəlin belə eləyək. Bax, məxrəcdəki bu kəsri aşağıdan 2 vergül içəri girib, yuxarıdan 1 vergül. Ən çox 2 vergül olduğuna görə sürət məxrəci 100'ə vuraq. Məxrəci 100'ə vur 33, sürəti 100'ə vur 30. Üstə gəl. Burada da eyni qaydada sürət məxrəci 100'ə vuraq. Məxrəci 100'ə vur 66, sürəti 100'ə vur 60. Arada çıx var.
çıx var. Məxrəci deməli uşaqlar, məxrəci 100-ə vursaq 99, sürəti 100-ə vursaq 90-ı verəcək. Və bu ifadədə bizə nəyi verdi? Gəlin təzədən bir də ixtisar aparaq. 3-ə ixtisar aparsaq 10. 3-ə ixtisar aparsaq 11. Bu bizə verəcək 11-də 10 üstə gəl. Bunu 6-ya böl 10, 6-ya böl 11-i verəcək. Bu da 11-də 10-dur. Çıx. Bunu 9-a böl 10, 9-a böl 11. Çıx 11-də 10. Bu 11-də 10'lar getdi. Yerdə qaldı 6 bölək 11-də 10. Deməli uşaqlar 11 yuxarı çıxır. Daha doğrusu 11. Deməli 11 yuxarı çıxır və bu 10 da aşağı düşür. 66'yı da 10'a bölsək bizə verəcək cavab 6 tam 10'da 6. Deməli 122-də cavab 6 tam 10'da 6'dır. Gəlin 123'ə baxaq. 123'ə baxaq. Deməli 123'də nə deyir? 123-cü sualda deyir 5n çıx 4, bir də məxrəcdə 2n plus 13. Bu kəsir düzgün kəsirdir. Düzgün kəsir. Olması üçün n'in aldığı natural qiymətlərin cəmi. Əvvəl uşaqlar, düzgün kəsir nədir? Düzgün kəsirdə məxrəc sürətdən böyükdür. Yəni 2n plus 13 nədən böyükdür? Sürətdən. 5n çıx 4-dən. Mənfi 4'ü sola gətirsək, müsbət 4 və soldakı 2n'ı sağa aparsaq mənfi 2n. Burada olacaq 17 kiçikdir 3n'dən. Və uşaqlar 3n 17-dən kiçikdirsə, n də nədən kiçik olacaq? 17 böl 3'dən. Bunu da qarşı ədədə çevirsək 17'nin içinə 5 dəfə düşəcək. 5 tam 3'də 2'dir. Uşaqlar n'in qiyməti 5 tam 3'də 2 isə n'in ala biləcəyi qiymətlər 5 tam 3'də 2-dən kiçik natural ədədlər 1, 2, 3, 4, 5'dir. Burada uşaqlar bir dənə n'in yerinə 1 yaza bilmərik. Niyə? Daha doğrusu yaza bilərik. Deyən görüm. Yazmaq olar. Məsələn, n'in yerinə 1 yazsaq, gəlin əvvəlindən axırına baxaq. N'in yerinə 1 yazsaq, 5'i 1'ə vur 5, 4 çıx 1, 1 yazsaq aşağıda 15, bir də ən axırıncı ifadə ədəd. N'in yerinə 5 yazsaq, 5'i 5'ə vur 25, baxın bu ifadədə. 5'i 5'ə vur 25, 4 çıxanda 21, 2'ni 5'ə vur 10, üst gəl 23. Deməli, n'in qiyməti 1-dən 5'ə qədər olan və bəli, hər ikisində düzgün kəsirsə, deməli, aralar da ödəyir. Hə, uşaqlar, natural n'lərin cəmi deyil, n'in də natural qiymətlərinin cəmi. 1, 2, 3, 1, 2, 3, 4, 5 toplasaq bizə verəcək 10, 20'ni verir. 1 ilə 2'ni topla, 3'ü topla 6, 4'ü topla 10, 5'i topla 15. Yəni burada cavab olacaq 15. Yəni uşaqlar 123'də cavab 15'dir. Bu sualın cavabı 15'dir. Yəni n'in qiymətini uşaqlar tapandan sonra APA bir yerinə yazın, yoxlayın. Görün, alınır, düzgün kəsir, alınır yoxsa alınmır. Yəni yoxlamaq lazımdır. Uşaqlar bir də 126 sonuncu suala baxın. Sonuncu sualı 126'dır. Və sonuncu sualı 126'da bu da buna oxşarıdır. Ona görə bu da getdi. Gəlin 124'ə baxaq. 124. 124'də nə deyir? Deyir 3 ardıcıl tək natural ədəd. Uşaqlar, tək natural ədədlər 1, 3, 5 ədədlərdir. Yəni tək natural ədədlər 2, 2 artır. 3 ardıcıl tək ədədi bilmədiyimizə görə ən balacanı x götürsəm, bundan sonra gələn ardıcıl təklə 2 vahid böyükdür. Yəni x-in üzərinə 2 gəl, x üzərinə gəl 2, x üzərinə gəl 2-nin üzərinə 2, gələndə x üzərinə gəl 4. Deməli bu oldu bizim 3 dənə ardıcıl tək natural ədədimiz. Deyib bu ədədlərin cəmi. Yəni x üzərinə gəl, x üzərinə gəl 2, üzərinə gəl, x üzərinə gəl 4. Yəni bu 3 dənə ifadəni toplasaq, bu cəmin 5'də 3 hissəsi. Yəni bu cəmi 5'də 3'ə vursaq, 5'də 3'ə vursaq 70 tam 10'da 2'ni verəcək. Bizə nəyi verdi? 2x, 2x, 3x, 2 ilə 4'ü toplasaq 6, 6. 3'ü 5'ə bölsək uşaqlar 0, 10'da 6'nı verir. Bu da bizə verir 70 tam 10'da 2'ni. Bəs 3x üzərinə gəl 6 nəyə bərabərdir? Bu ifadəni buna vuranda 70 10'da 2'ni verirsə, 70 10'da 2'ni də 0, 10'da 6'ya bölsək, mötərizənin 2'ni verəcək. 10'a vur 702, 10'a vur 6. Bu da bizə verəcək bir dəfə 11, 117. 702'ni 6'ya bölsək, yəni düz mü yazdıq? Bir dəfə 6, 10, bir dəfə 42, 7. Bəli. Deməli uşaqlar 3x üzərinə gəl 6, 117'ni verirsə, 3x bərabərdir. 6'nı sağa apar, 117'dən 6 çıxanda 111, x-in qiyməti də 37'dir. Deməli uşaqlar, ən kiçik qiymət 37 isə baxın, x 37'dir. 37'nin üzərinə 2 gəl, 39. 39'un üzərinə 2 gəl, 41.
Deməli, ədədlərimiz oldu bu. Və bizdən soruşur ki, bu ədədlərdən ən böyüyünü tapın. Ən böyüyü olursa olar 41. Yəni, bu sualın cavabı oldu 41. Gəlin, sonuncu sualımıza baxaq. 125-ə. Deməli, 125-ci sualda, 125-də. Uşaqlar, səbətdə əvvəlcə neçə alma var bilmirik. Bu tip suallarda bu x olsun səbətdəki səbətdə əvvəl səbətdə olan almaların sayı. Nə deyir? Deyir, səbətdən əvvəlcə 6 alma götürdülər. Nə qədər alma qaldı olar? X qədər almamız var. 6 alma götürsək, x çıx 6 qədər almamız qalacaq. Deyir, bu qədər qalan almaların 3də 1-ni götürdülər. Olar, bu qədər qalan almanın 3də 1-ni götürüblərsə, deməli 3də 2-si qalacaq. Deməli, 3də 1-ni götürürlərsə 3də 2-si qalacaq. Onda qalan almanın sayını qalan hissəyə, yəni 3də 2-yə vursaq, qalan almanın 3də 1-ni götürüblərsə, deməli qalan almanın 3də 2 hissəsi qalır. Qalan almanın sayını qalan hissəyə vursaq, yenə qalanı verəcək. Sonra deyir, bu qədər qalan almadan daha 6 alma götürdülər. Bu qalan almadan 6 alma çıxdıq, yenə qalan almanı verdi. Baxın, yenə qalan almanı verdi. Və nəticədə əvvəlki almaların yarısı qədər alma qaldı. Əvvəl x qədər alma var idi. X qədər almanın yarısı qalıbsa, deməli, yekun olaraq yenə x bölü 2 qədər alma qalır. Deməli, uşaqlar, bizim ifadəmiz belədir. X çıx 6 vuraq 3də 2. Çıx 6 bərabərdir x bölü 2-yə. Gəlin mötərizəni açaq. 3də 2-yi x-a vuraq. Çıx 6-yı vuraq 3də 2-yə. Çıx 6 bərabərdir x bölü 2-yə. Bu uşaqlar, bu x-in məxrəci 1-dir. Bu x-in məxrəci 1-dir. 3-ü 1-ə vur 3, 2x-a vur 2x, çıx. 3-ə böl 1, 3-ə böl 2, 2-ni 2-yə vur 4, çıx 6, bərabərdir x böl 2-yə. Şolar, sağda 2x böl 3 qalsın. Bu x böl 2-ni sola gətirib, mənfi x böl 2. Mənfi 4 ilə mənfi 6-ını toplasaq, hesablasaq, mənfi 10, mənfi 10-u sağa apar, müsbət 10. Şolar, 3 ilə 2 orta məxrəc 6 götürsək, 2-ni 2x-a vursaq, 4x. 3x-a vursaq, 3x bərabərdir 10-a. Sürətdə qaldı 1x, aşağıda 6, bərabərdir 10-a. Onun məxrəci 1-dir, x-i 1-ə vur x, 6-ya 10-a vur 60. Deməli, əvvəlcə səbətdə nə qədər alma var idi? 60 alma. Bizdən soruşur ki, əvvəlcə səbətdə neçə alma var idi? Cavab olur 60 alma. 60 alma, bəli. Bu da uşaqlar 125-in cavabı, 126 da bəxtidir, 123-ün oxşarıdır. Sağ olun, hələlik.